Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. İkinci kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir hekayə. Son keçid. Şəhərin yay günlərindən biri idi. Hüsü Hacıyev küçəsinin ən hərəkətli yerində bugün hər kəsin ancaq xəyalını qura biləcəyi, fəqət hər oğlun da ala bilməyəcəyi böyük həcmli son model bir avtomobil yolun ən uyğunsuz yerində dayanmış, bununla da insanların keçməli olduğu piyada keçidini də məşğul edərək yolu demək olar ki, büsbütün bağlamışdı. Halbuki bu keçid yolun qarşı tərəfindəki böyük mağazaların, marketlərin yerləşməsi səbəbilə bəlkə də şəhərin ən gür işləndiyi bir piyada keçidi idi. Əslində burada maşın saxlamaq heç olmazdı. Çünki buna bənzər qanun pozğunluğunun yol hərəkəti qaydalarına görə samballı bir cəzası da nəzərdə tutulurdu. Lakin sükan arxasında oturan şəxsin kimliyindən asılı olaraq bu ölkədə qanunlara münasibət də dəyişə bilirdi. Belə görünürdü ki, bu hərəkəti edən şəxs də o zümrədən olaraq özünə, öz imkanlarına bu qədər güvənənlərdən imiş. O hər kim idisə, artıq yarım saat olardı ki, maşını bu yerdə saxlamış, maşının yanından, böyründən, deyinə-deyinə keçən insanlara da fikir vermədən maşında oturaraq ya nəyisə, ya da kimisə gözləyirdi. Bu şəhərdə onun kimi özünün dəyərli bir şəxsiyyət olduğunu düşünərək, bu ölkənin qanunlarından üstün tutulduğunu nümayiş etdirən oğullar az olmadığından buna bənzər hadisələr də nadir sayılmazdı. Bu yerdə baxır kim olmalıydı, kimin oğlu, qardaşı, qohum olmalıydı. Artıq bir şeyi təxmin eləmək olurdu ki, bu adam da hər kim idisə, həm özünə, həm də cəmiyyətdə tutduğu mövqeyinə güvənən, sahib olduğu imkanlarına bel bağlayaraq, hər yerdə istədiyini həyata keçirməyə alışmış, bu yüzdən də artıq heç nədən qorxub çəkinməyən, artıq hər hərəkətin arxasında dura biləcəyinə inanmış bu cəmiyyətin xüsusi adamlarından biri olmalıydı. İnsanlar bu mənzərəni görür, ancaq yenə də bugün gümanlarında yanılmaqdan ehtiyat edirdilər. Halbuki, necə şeydirsə, gümanlarında yanılmaq bu dəfə də onlara nəsib olmadı. Hər zaman olduğu kimi bu dəfə də gümanın oxu onluğu gözündən vurdu. Belə ki, insanlar tərəfindən buna bənzər hünərlərinə görə hədəf seçilən bu adam da doğrudan da cəmiyyətin yaxşı tanıdığı, həftə içində televiziya ekranlarından düşməyən, hər fürsətdə özünü və klinikasını reklam etdirən məşhur adamlardan biri Sahib müəllim idi. Elə isə kim imiş bu Sahib müəllim? Onu başqalarından üstün edən, hər yerdə yoluna yaşıl işıq yanmasını təmin edən, onun hansı xidməti, hansı əməli imiş? Sosial şəbəkələr və televiziya kanalları sağ olsunlar ki, bugün artıq bu ölkədə Sahib müəllimi tanımayan yox idi. Bugün bu cəmiyyətdə artıq hər kəsin yalanlardan yoğrulmuş şöhrətini sosial media hazırlayır, informasiya kanalları da bu şişirdilmiş yalanları yayırdı. Bu yolda artıq böyük təcrübəyə sahib olmuş sosial media lazım gələndə bütün imkanlarını səfərbər edərək bu yolla qısa sürə içində bir insanı sadə vətəndaşdan populyar bir fenomenə çevirə bilirdi. Sahib müəllim də sadə bir vətəndaş sayılmazdı. O qapısına gələn pasiyentlərin üz-gözündə, vücudunun hər yerində estetik əməliyyatlar edən, üstəlik bugün artıq bu işin bir nömrəli ustası hesab edilən məşhur bir cərrah idi. Sosial media özünün heç kimlə hesablaşmayan cəsarətində o qədər irəli getmişdi ki, onun tərəfindən hər işin ustasına bir kral titulu da əlavə etməyin də artıq dəbdə olması son illərin əhəmiyyətli nailiyyətlərindən hesab edilirdi. Haqqında söz açdığımız şəxsin də cəmiyyətli çəksini nəzərə alanda Sahib müəllimin də bu dəbdən kənarda qalması düşünülə bilməzdi. Odur ki, Sahib müəllimin bayaqdan da dillərə dastan olan şöhrətinə bir də nə vaxtdır ki, estetik əməliyyatlar kralı kimi bir titul da əlavə edilmişdi. Açığı o özü də
bununla çox öyünürdü. Çünki bu titul onun işinə çox yaramış, müştərilərin ona axın etməsinə, ən məşhur adamların onun qapısında sıraya düzülüb, onun qəbuluna düşmək arzusu ilə saatlarla gözləməsinə səbəb olmuşdu. Halbuki bu titul olmasaydı belə, Sahib müəllimin estetik əməliyyatlara qoyduğu rüsumlar onu maddi cəhətdən çoxdan bir kral səviyyəsinə gətirmişdi. Kim də bilməsə, bu fakt artıq Sahib müəllimin özünün çoxdan bildiyi və qürur duyduğu bir gerçəklik idi. Sahib müəllim bu gün artıq bir uğurlu insanın arzuladığı hər şeyə sahib idi. O hərdən bir atasına rəhmət oxumağı da unutmurdu. Sahib atasına rəhmət oxuyurdusa da, bunu da ancaq atasının ona bu qədər düşərli bir ad qoymasına görə edirdi. Sürdürdüyü həyat uğurdan uğura calandıqca, Sahib də ona belə bir gözəl ad seçdiyinə görə atasının ruhuna dualar edirdi. Sahib adı onu artıq az qala ürəyindən keçirtdiyi hər şeyə sahib eləmişdi. Sahibə görə bu ad ancaq bu qədər yerində ola bilərdi. Bir ad insana ancaq bu qədər uğur gətirə bilərdi. İlk baxışda yaranan təəssürat onu göstərirdi ki, sahibin həyatında hər şey yağ kimi gedirdi. İşin əsli də belə idi. Belə olunca sahib də həyatından tam mənada razı olmalı idi. Fəqət gerçək durum belə deyildi. Nailiyyətlər böyük idisə də, hələ bu da sahib üçün son hədd, tam qələbə sayılmırdı. Çünki Sahib müəllimin yerinə yetirmək istədiyi, ancaq hələ də yerinə yetirə bilmədiyi daha bir arzusu da var idi. O uzun illər idi ki, bu arzusuna çatmağın yollarını axtarırdı. Ancaq hələ də bir yol tapa bilmirdi. Onun hələ də gözündə qalan o arzu artıq sahibin ürəyində qubar eləmişdi. Belə görünürdü ki, Sahib müəllim o arzusuna qovuşmayınca rahatlıq tapa bilməyəcəkdi. Sahibin növbəti arzusu Bakının ən böyük, ən qədib dövlət travmatoloji cərrahiyyə xəstəxanasına sahib olmaq idi. El arasında ona yanıq xəstəxanası da deyirdilər. Bu dəfə sahib dövlətə məxsus olan bir müəssisəyə tamah salmışdı. Bu da təbii ki, o qədər asan olmayacaqdı. O özü də bunu yaxşı bilirdi. Ancaq nə edirdisə, bu sevdanı başından ata bilmirdi. Nəfsi onu dağdan dağa, daşdan daşa vura-vura ardınca aparırdı. Sahib artıq anlamışdı ki, bu arzusuna çatmayınca ona rahatlıq yoxdur. Sahibin özünün hesablamalarına görə bu dəfəki niyyət onun kimi bir insanın önündə çox geniş imkanlara yol açmalı idi. Bu baxımdan da bu arzu çox cəlbedici idi. O qədər ki, bəzən gerçəklik kimi gözünə görünən bir-birindən şirin xəyallar sahibin ağlını başından da ala bilirdi. Əgər bir gün sahib bu arzusuna çatsaydı, bu qədim xəstəxananın müalicə kursunu da kökündən dəyişəcəkdi. Sahib müəllimə görə bu boyda xəstəxananın bugünkü fəaliyyət kursu yanlış istiqamətə xidmət edirdi. Halbuki bu məsələdə daha geniş düşünmək, bunun kimi böyük bir xəstəxanada bir qrup idealist həkimlərin faciə yaşamış dərdli insanlara pulsuz xidmət göstərməsinin yerinə Sahib müəllim kimi öz sənətində möcüzələr yaratmağı bacaran, bu qabiliyyətinə görə də uğur üstünə uğur qazanan bir həkimə yol açmaq daha ədalətli, daha məntiqli olardı. Sahib müəllim burada da yenə dünyanın bütün əhli keyf, ağılsız insanlarını başına toplayar, Allah verən ağızları ilə, burunları ilə, dodaqları ilə oynamaqdan doymayan, bezməyən, imkanlı pasiyentləri başına yığar, əsasən belələrinin dırnaqarası müalicəsinə üstünlük verərdi. Üstəlik bu xəstəxananın gətirəcəyi xeyir sayəsində bir də göstərdiyi xidmətlərin qarşılığında Sahib müəllimə sərvət ödəməyə hazır olan bu imkanlı insanların buraya axıtdıqları pullar sayəsində buranı ən qısa zaman içində dünya şöhrətli böyük bir estetik cərrahiyyə mərkəzinə çevirmək olardı. Sahib müəllimin ən son arzusu bu idi. Artıq uzun zaman idi ki, bu arzu onu nə rahat yaşamağa, nə də rahat çalışmağa qoymurdu. İnsan psixologiyasında belə bir şey var ki, bir insanın maddi durumu yüksəldikcə onun tələbatı da artır. O insan daha seçici olur, hər şeyin əlasına sahib olmağa can atır. Sahib müəllim də bir zamandan sonra çox seçici bir insan olmuşdu. Onun bu qədər seçici edən, hər şeyin ən bahalısını, ən keyfiyyətlisini seçməyə həvəsləndirən səbəb son zamanlar onun maddi durumunun daha yüksək olması, pulunun həddən artıq çox olması idi. Belə olmuşkən də o hər yerdə komfort olmasını sevər,
buna diqqət edərdi. Onun nəinki evi, nəinki iş yeri, hətta bayaqdan bəri həmin o piyada keçidini Çin divarı kimi bağlayıb durmuş görünüşlü maşını da çox komfortlu idi. Üstəlik bu maşını bu şəhərdə tanımayan da yox idi. Sahib müəllim çox dəyər verdiyi, hər cür komfortu olan bu bahalı maşını ilə uzaq yola çıxmağı daha çox sevirdi. Bir şəhərdən başqa şəhərə, yaxud Bakıdan hansısa bir rayona uzaq səfərə çıxmaq onun üçün əslində həyatının hesabatını apardığı bir fürsət sayılırdı. Başqa vaxt buna zaman ayırmaq, hər şeyi ölçüb biçmək, onun kimi çox məşğul olan, əməliyyatlardan başı açılmayan bir insan üçün mümkün olmayan bir şeydi. Odur ki, uzaq səfərə çıxdığı hər fürsət Sahib müəllimin həyatının hesabat anı sayılırdı. Bu bir hobbi idisə də, Sahib müəllimin çox sevdiyi bir hobbi idi. Uzaq yola çıxan Sahib müəllim mənzil başına yetişənə qədər bütün həyatını göz önündən keçirtməyi, həyatının gəlirini, çıxarını hesablamağı, artıq əvvəlcədən nəticələrdən məmnun qalacağını təxmin elədiyi üçün də hər dəfə özü ilə qürur duymağı çox sevirdi. Sahib müəllimin həyatı onun qürur mənbəyi idi. Maraqlıdır ki, hələ bu gün də belə bir həyat yoluna uğurla davam etməkdə olan Sahib müəllimin ali təhsili yox idi. Heç vaxt olmamışdı. Sahib heç bir yeri bitirməmişdi. Özünə kariyer qurmağa başladığı gənclik illərində onun əlinə təsadüfən bir fürsət düşdü. O da bu fürsətdən istifadə edərək başqa bir ölkənin tibb universitetinin saxta diplomunu əldə edə bildi. Hər şey də bundan başladı. Sahib o illərdə bir gün bir yalana əl atdı və bundan sonra həyatındakı hər şeyin təməli yalanlar, saxta sənədlər üzərində qurulmağa başladı. Üstəlik necə şeydirsə, baş tutan hər yalan onu ucaltdı, var-dövlət sahib elədi. Sahib də özünün dini elmlərdən çox yoxsul olan inancı ilə bu nemətlərin Allahdan olduğunu düşündü, bu yolun ən doğru, ən xeyirli, bərəkətli bir yol olduğuna inandı. İlk addımından şeytanın qucağına düşdüyünü, başına gələnlərin hamısının şeytandan olduğunu heç vaxt nə anladı, nə də belə bir şeyi ürəyinə gətirdi. Həyatında hər şeyin yağ kimi getdiyi həmin illərdə Sahib sevdiyi bir qadınla uğurlu bir ailə həyatı da qurdu. Evləndikdən sonra qadını özü oxutdu, onun hər imtahanını satın alaraq ona bir diplom aldı, bir məktəbdə işə düzəltdi. Qadın çox zirəng çıxdı, özünə tez yer elədi, valideynlərdən rüşvət toplayaraq sahibin sərvətinə sərvət qatmağa başladı. Qadın sahibin gözlədiyindən də fərasətli çıxdı. Ərinin qarşısına hər dəfə daha cəsarətli tələblər qoymağa başladı. Onun növbəti istəyi məktəb direktoru olmaq idi. Sahib özü də belə bir yüksəlişi arvadına layiq görürdü. Odur ki, bu məsələyə dərhal əl atdı, bu yolda əlindən gələni elədi. Sahibin arvadı bu gün artıq çalışdığı həmin məktəbin direktoru idi. Vur tut 38 yaşı olan gənc arvadını məktəb direktoru vəzifəsinə gətirmək çox da asan olmadı. Bunun üçün Sahib müəllim çox tədbir tökdü. Əvvəlcə məktəbin yaşlı direktoruna, ağsaqqal bir adama şər atdırdı. Sonra onun yerinə öz xanımını gətirmək üçün bir vaxt qadının tələbə yoldaşı olmuş, bugün Təhsil Nazirliyində məsul vəzifədə çalışan bir adama 100 min manat rüşvət verərək o yeri arvadı üçün satın aldı. Sahibin zəhməti boşa getmədi. Bu gün artıq 42 yaşında olan arvadı ondan da çox pul qazanır, ailə büdcəsinə qatqıda sahiblə yarışırdı. O çox zaman bu yarışmadan qalib çıxan qadının evdə hökmü də artırdı, özbaşınalığı da. Nə qədər qulağına arvadı və onun tələbə yoldaşı barədə xoşagəlməz şeylər çatırdısa da, sahib bunlara fikir vermir. Gör ailəmi gözü götürməyənlər özlərində nələr uydururlar. Bu adamlar anlamırlar ki, bir yerdə münasibət ya yaxınlıq üzərində qururlar, ya da rüşvət üzərində. İkisi bir arada ola bilməz. Arvadımla o adamın arasında o boyda rüşvət olduğunu məndən yaxşı kim bilər, deyərək özünü sakitləşdirirdi. Halbuki bir yoxlayan olsaydı, arvadının yay tətillərində hər yerə onunla deyil, həmin o məsul şəxslə getdiyi faktı da fakt olaraq üzə çıxardı. Belə bir şey sahibət sərf eləmidi deyə, o da əvvəlcədən bu fikirdən uzaq durmağı, hər dəyiyorsun, mən görmürümsə deməli belə bir şey yoxdur taktikinə uyğun gələn, günümüzdə çox populyar olan bir şərəfsizlik yolunu tutmağı seçmişdi. Üstəlik bugün sahibin aid olduğu elit cəmiyyətin 70-80% də bu cür yaşayırkən,
Sahibin özünə təskinlik vermək üçün işinə yarayan buna bənzər nümunələri də az deyildi. Onun da aid olduğu bu çirkin cəmiyyətdə sahib kimi dəyyusların istinad edəcəkləri müxtəlif cür bəhanələri də nə bir idi, nə iki. Sahibin bu gün də hər mənada məmnun qaldığı bu evlilikdən bir oğlu, bir də qızı var idi. Oğlu artıq 25 yaşında bir gənc idi. Sahib min bir zillətlə onu hüquq fakültəsində oxumağa düzəltmişdi. Ancaq o həmin fakültəni yarıda buraxaraq İncəsənət Universitetinə qəbul olundu. Həyatını özü kimi gənc, ağlı bir qarış havada olan, başı pozuq, avara insanların arasında keçirtməyə üstünlük verdi. Onun sərbəst həyatındakı ilk işi bütün bədənini döymə ilə bəzəmək oldu ki, o təkcə ilə bu hərəkəti ilə özünü yaşadığı cəmiyyətin gözündən salmış oldu. Onun zaman-zaman şübhəli rejimlərə girməsinin, sırğa taxaraq insanlara nə isə iyrənc bir mesaj verməyə çalışmasının, tez-tez nəşə ilə tutulan gənclərin arasında yer almasının səbəbi çox yəqin ki, evdəki ab-hava olmalı idi. Hər iki valideynin öz övladlarına qarşı laqeyd olması, bir övladın hər kəsi şübhəyə sala bilən əməllərinə biganə qalması, bu kontrolsuz həyatın başlıca səbəbi olmalı idi. Heç şübhəsiz ki, ərlə arvadın hər biri özünə aid ayrı bir həyat yaşayanda, başları ailədən kənarda sevgi macəralarına qarışanda, ikisi də övladlar qarşısında heç bir məsuliyyət daşımadan özlərini istədikləri kimi aparanda, nəticə də bundan fərqli olmayacaqdı. Bu böyüklükdə nöqsanlar əsasən onların boynuna yazıla bilən günahlar olmalı idi ki, bunu da nə sahib, nə də arvadı heç vaxt boyunlarına almırdılar. Həmişə olduğu kimi hər şeydə günahkar olan yenə də onlar yox, zəmanə olurdu. Sahibin qızı da çox həmyaşıdlarından fərqli bir həyat yaşayırdı. Bu həyatı ona atası özü seçmişdi. Sahibin qızı hələ 14 yaşında idi. Ata qızını ən prestijli məktəbə düzəltmiş, balet kursuna da yazdırmağı da unutmamışdı. Bugünün öndə gedən elitar cəmiyyət mənsublarının standartları bunlar idi. Ona görə də sahib müəllim də çox sevdiyi qızına bu həyatı layiq görmüşdü. Oğlu ilə əlaqəli irəlidə yaxşı heç bir şeyin xəyalını qura bilməsə də, qızının gələcəyi ilə əlaqəli sahibin çox böyük arzuları var idi. Qızı böyüyəcəkdi, dünyanın ən məşhur balerinalarından biri olacaqdı. Onun xoş sədası Avropadan, Amerikadan, İtaliyadan, daha nə bilim haralardan gələcəkdi. Sahib bu xəyallara elə ürəkdən inanırdı ki, bu arzu onu tez-tez qızının balet dərslərinə tamaşa eləməyə sürükləyirdi. O qızının yarıçılpaq halında rəqs elədiyini, baletin süjetinə uyğun olaraq bir gənc oğlanın qucağından başqa bir gənc oğlanın qucağına atıldığını öz gözləri ilə görürdüsə də, utanmadan hər yerdə özünə müsəlman dediyi halda bu əxlaqsızlıqda bir sıxıntı görmür, gələcəyin dahisinə hər şey yaraşar deyə özünə təskinlik verirdi. Onun qəlbini hər cür şübhələrdən qurtaran daha bir səbəb həmin o tərəf müqabili baleron oğlanların hamısının eşcinsel olmaları idi ki, dünya bu bəlanı özünə böyük bir dərd hesab edərkən sahib müəllim bununla təskinlik tapırdı. Üstəlik bu qədələrin çoxu onun pasiyentləri idilər həm də. 47 yaşlı sahibin özünün də ailədən kənarda sevgi macəraları az olmurdu. Lakin onun bu məsələdə özünə aid bir neçə prinsipi, daha doğrusu taktiki də var idi ki, bunlardan biri pasiyentlərdən uzaq durmaq, digəri də bir qadınla tanışlığın sonu skandala çevrilmədən vaxt varkən ondan ayrılmaq kimi tədbirləri idi. O, əksər xəyanətkar kişilər kimi kənarda macəralar yaşayırdısa da, bu qadınlar onun təsadüfən tanış olduqları, aralarında əvvəlcədən heç bir bağ olmayan, gəldi-gedər qadınlar olurdu. Sahib müəllim özünün bu uzaq görənliyi ilə də fəxr edirdi. Sahib müəllimin 50 yaşa yaxın ömründə heç sevmədiyi, bilə-bilə yaxına buraxmadığı, həm qorxduğu, həm də özünü arsızlığa vuraraq hər şeyə göz yumduğu bircə mövzu var idi. O da din idi. Sahib müəllim dindən çox uzaq idi. Dini mövzuları heç sevmirdi. Nə Allaha, haşa, nə Allahın dini kitabına, nə də müsəlmanların müqəddəs hesab elədikləri iman yoluna inanmırdı. Belə şeylərə inanmaq heç içindən də gəlmirdi. Halbuki, müsəlmansanmı deyə soruşan olsaydı, o da çoxları kimi bu sualı havada tutan, avtomatik bəs necə deyə cavab verənlərdən və bunda heç bir naqislik görməyənlərdən biri idi. Və o,
bunun üçün əsla vicdan azabı da çəkmirdi. Bu məsələ ilə əlaqəsi vardımı, yoxdurmu, bunu özü də bilmirdi. Ancaq bir həqiqət vardı ki, Sahib müəllimin içində ona tabe olmayan bir qorxu da yaşayırdı. Bu qorxu kimdən idi, nədən idi? Bu qorxu onu nə ilə qorxudurdu? Bunları o özü də bilmirdi. Bu məsələ ilə bağlı başında 1000 dənə cavabsız sual dolaşırdı. Bircə şey bilirdi ki, ürəyinin ən əlçatmaz yerində bir qorxu var idi və o qorxu nə vaxt orada özünə yer eləmişdi, bunu o özü də bilmirdi. Ancaq Sahib hər zaman o qorxunun orada olduğunu, belə demək olarsa orada yaşadığını hiss edirdi. Və Sahib bu qorxunu nə oradan çıxarda bilirdi, nə də o qorxuya qalib gələ bilirdi. Bu çox qəribə bir şey idi. Çünki ağlı kəsəndən bəri həyatını yaşadığı hər an nə iş tuturdusa tutsun, bu qorxu da onun yanıca gedir, vaxt bir vaxt özünü xatırladırdı. Üstəlik bu qorxu Sahibin özündən daha çox onun ürəyini üşüdürdü. Və həqiqət də bu idi ki, Sahib buna qarşı heç nə də eləyə bilmirdi. Uzun illər idi ki, Sahibin özünə də qəribə gələn bir fərqli his arabir onu təsir altına almaqla öz əsarətində saxlaya bilirdi. Sahib gəh gəlməli ilə özünü ciddi şəkildə hiss etdirən, gəh də harasa çəkilib özünü unutduran bu hissin adını qoya bilməsə də, bu qəribə hiss daima vəsvəsələr içində ömür sürən Sahib müəllimi çox narahat edirdi. O ömründə tək bircə dəfə bu mövzuya ciddi yanaşdı. Bu da hesabda olmayan, tamamən təsadüfi bir tanışlıqdan sonra şəkillənməyə başlayan xüsusi bir durumdan qaynaqlanırdı. Belə ki, bir gün təsadüfən rast gəldiyi Kərəm adlı bir adamın dediklərindən sonra Sahib Allaha iman məsələsindən ciddi şəkildə qorxmağa başladı. Həmin gün onun dünya və axirət mövzusunda ürəyinə qurd düşdü. O tanışlıq 2 il əvvəl olmuşdu. Baxmayaraq ki, aradan xeyli zaman keçmişdi və Sahib bu vaxt ərzində Kərəmlə bir daha heç rastlaşmamışdı. Ancaq necə şeydirsə, o vaxt ikisinin arasında keçən eyni dialoqu Sahib tez-tez xatırlayır, istəsə də unuda bilmirdi. Hər xatırladığında da Sahib yenidən təlaş keçirdir. Bu durumu da o məchul qorxunun ayağına yazır. Bu yaşadıklarını da bir növ eyni qorxunun çeşidlərindən hesab edirdi. Artıq özü də qəbul edirdi ki, bu məsələdə onu nədənsə xəbərdar eləməyə, onu oyatmağa çalışan nəsə ciddi bir şey var idi. Hələ Kərəmlə tanışlığından 1 il əvvəl Sahibin həyatında ona aid olmayan, ancaq son nəticəsi ilə onun şəxsiyyətinə kölgə salan bir hadisə də baş vermişdi. Sahib bu iki hadisənin sanki qəsdən ard-arda gəlməsində heç bir əlaqə görməmişdisə də, əslində bu hadisələr Sahibin həyatının dönüş nöqtəsi ola biləcək tək bir fürsət idi. Xalq arasında son şans deyilən o fürsət Sahibin yol ayrıcına dirəndiyini göstərən mühüm bir məqam idi. Halbuki Sahib bu hadisələrin son nəticədə bir yerə toplanaraq bir zəncirbənd əmələ gətirdiyindən də xəbərsiz, əvvəlki qaydada həyatına davam edirkən o son şans da onun yanından ötüb başqasının qapısına getmişdi. Yola salınan hər il o ildə baş vermiş ən səsli küylü hər hansı bir hadisə ilə yadda qalır. Həmin ildə bu ölkədə bundan əvvəl heç yaşanmamış, baş verməsi ilə cəmiyyəti çalxalaraq ayağa qaldırmış, insanların haqlı etirazına səbəb olmuş bir hadisə ilə yadda qaldı. Bu hadisə bir yandan bütün İslam dünyasına aid idisə də, bir yandan da şəxsən Sahibə heç bir aidiyyəti yox idi. Çünki İslamla Sahibi bir-birinə bağlayan heç nə yox idi. Buna baxmayaraq sadəcə Sahibin öz günahı üzündən, yəni bu məsələdə heç bir əlaqəsi olmadığı halda özünü yuyulmamış qaşıq kimi ortalığa ataraq insanları biraz da qəzəbləndirəcək fikirlər söyləməsi üzündən gün-gündən artan skandalların, cəmiyyəti silkələyən kəskin reaksiyaların qəzəb oxu onu da nişan almış, xalqın qəzəbini onun da üzərinə çəkmiş oldu. Beləcə, Sahiblə heç bir əlaqəsi olmayan bir əməlin çirkabı bir gün onun da üzərinə sıçradı. Hadisə 3 il əvvəl olmuşdu. Özünü Azərbaycanlı kimi qələmə verən bir azğın, sortu bilinməz adam kütləvi informasiya kanallarının birində dünyaya nümayiş edər şəkildə Quran-ı Kərimin 1-2 səhifəsini yandırmış, bununla da insanların diqqətini çəkərək onların qəzəbinə tuş gəlmişdi.
Məqsədinin nə olduğu bəlli olmayan bu insanın ünvanına hədələr, lənətlər yağdırmağa başlanmışdı. Qəzəbli insanlar bu adamı tapmaq, onun cəzasını vermək niyyəti ilə ağızlarından od püskürürdülər. İnanclı insanların da az olmadığı bir cəmiyyətin qəzəbdən çalxalandığı, heysiyyətlərin göynərtisinin odlu atəşli emosiyalara dönüşdüyü bir zamanda Sahib müəllim özünə güvənərək günün birində televiziya kanallarının birində bir fitnəkar jurnalistin hiyləsinə tuş gəldi, onun provokasiya yaratmaq niyyətilə verdiyi sualına cavab olaraq bu hadisəyə öz münasibətini bildirdi. O yaşadığı cəmiyyətin halından xəbərsiz, baş verənlərə laqeyd bir mövqe tutaraq, özünün lovğa siması ilə öz fikrini dilə gətirdi. Bununla da həmin o Qurani Kərimi yandırmaq qədər hədsiz bir əməli tutan kafir insanın bağışlanmaz günahına ortaq oldu. Jurnalistin bu barədə siz nə düşünürsünüz Sahib müəllim sualına Sahib belə bir fikir bildirdi. Hörmətli izləyicilər, elə bilirəm ki, bu ölkədə məni tanımayan yoxdur. Mən də bu ölkənin vətəndaşıyam. Üstəlik mən bugün qürurla deyə bilərəm ki, mən azad bir ölkənin azad vətəndaşıyam. Bu azad sözü mənim fikirlərimə, qərarlarıma da aid olmalıdır ki, mən də özümü gerçək bir azad vətəndaş hesab edim. Özümün azadlığımı sinəmi gərə-gərə hər kəsə elan edim. Verilmiş sualın cavabına gəlincə, qəbul edərsiniz ki, azad insan heç kimin təsirinə düşməməlidir. Mən də indi burada nə deyəcəyimsə, bilməlisiniz ki, bu mənim öz fikirlərimdir. Hörmətli tamaşaçılar, əziz dostlar, mən düşünürəm ki, əgər bir şeyə inanmaq birinin haqqıdırsa, o şeyə inanmamaq da başqasının haqqıdır da, elə deyilmi? Bəlkə siz o kitaba o qədər inanırsınız ki, onu müqəddəs kitab adlandırırsınız. Ancaq məsələn mən inanmıram. İndi siz o kitaba inanmadığım üçün məni öldürməyəcəksiniz ki. Sözsüz ki, mənim də özümə görə bir inancım, bir əqidəm var. Mən həyatımı öz zəhmətimlə, öz bacarığımla elə düzüb qoşmuşam ki, mənim heç bir mifə, heç bir səmavi varlığın dəstəyinə ehtiyacım yoxdur. Ona görə də sizin üçün bəlkə hardasa Allah dediyiniz bir varlıq var, siz hər şeyi ondan istəyirsiniz. Ancaq mənim üçün özümdən başqa güvənəcəyim heç kim yoxdur. Mən heç kimdən yardım gözləməmişəm. Hər şeyi öz zəhmətimlə qazanmağa adət eləmişəm. Sizcə bu günahdırmı? İkincisi, məyər bu ölkədə mənim kimi düşünənlər azdırmı? Mən bilmirəm o insan o kitabı niyə yandırıb. Ancaq mən də deyirəm ki, nə qədər bir kitabın səhifələrində ilişib qalmaq olar, nə qədər bir kitabın içində həbs edilərək yaşamaq olar. Görün dünyada nələr baş verir. Biz isə hələ də Quran belə, ayət elə deyə qalmışıq. Bu mənada mən o adama haqq verirəm. Sadəcə düşünürəm ki, fikrini elə sözlə də desəydi yetərdi. O göstərdiyi tamaşaya ehtiyac yox idi. Bu ölkədə mənim kimi heç bir dina inanmayan o qədər insan var ki, məyər bir şeyə inanmadığımızı göstərmək üçün hərəmiz nəyisə yandırmalıyıq? Mən o insanı qınayıramsa, ancaq buna görə qınayıram. Ancaq onu da deyirəm ki, əgər o insan Allaha inanmadığına görə kimdənsə cəza görübsə, zülm çəkibsə, bilin ki, bugün mən onun yanındayım. Sahibin bu çıxışı böyük rezonansa səbəb oldu. İnsanların kəskin tənqidinin tənəsini ardınca gətirdi. Bu çıxışından sonra Sahib müəllimin şöhrət reytingi yarıya indi. Ancaq müştəri sayında heç nə dəyişmədi. Çünki zaten onun müştəriləri dini imanı olmayan, bugün də Allahın sadaladığı günahların hamısını dada da gəlmiş, dadmağa da davam edən tiplərdən idilər. Sahib müəllim əsasən sadə insanların arasında gözdən düşmüşdü ki, bunu da o heç hesaba almırdı. Çünki əvvəldən də Sahib müəllimin düzgün həyat sürdürən, namuslu, ləyaqətli insanlarla heç bir işi, heç bir əlaqəsi olmazdı. Aradan zaman keçdi. Günlərin bir günü Sahib müəllim Azərbaycan Respublikasının adlı sanlı estetik cərrahi kimi Türkiyə dövlətindən İstanbulda keçiriləcək elmi-texniki bir konfransa dəvət aldı. Bu konfrans dünyanın bütün estetik cərrahlarını bir yerə toplamaq, bu sahədə böyük təcrübə sahibi olan cərrahlar arasında təcrübə mübadiləsi aparmaq, onları son illərdə icad edilmiş ən son texniki avadanlıqlarla, yeni kəşf edilmiş dərman preparatları ilə tanış eləmək, bu yeni vasitələrin estetik əməliyyatlarda daha nə kimi imkanlara yol açdığını doktorlar arasında müzakirə etmək, onların dəyərli fikirlərini öyrənmək məqsədi güdürdü. Konfransın yekun qərarı çıxandan sonra, qərar da doktorların müsbət fikirlərini əks etdirəcəkdirsə, həmin o yeni icad edilmiş texniki aparatlar da, dərman preparatları da dünya bazarında satışa çıxarılacaqdır.
Sahib hələ heç evindən çıxmamışdı. Ancaq artıq bu konfransın şərtlərinin hər bəndi onun ürəyindən xəbər verir, sanki onun beyninə müsbət siqnallar ötürürdü. Sahibin beynində bir şeylər baş verirdi və bu müsbət emosiyalar sanki irəlidə çox gözəl şeylər olacağına bir işarə idi. Sahib o konfransa uça-uça gedəcəkdi. Bu yerdə o özünü öz fikrində tutdu və güldü. Çünki Türkiyəyə zaten təyyarə ilə gedəcəkdi. Bu mənada uça-uça sözü də burada yerinə düşmüş olurdu. Daxili dünyasında yavaş-yavaş özünü göstərən ilkin əlamətlərin bəri başdan aşkara çıxması, üstəlik bu əlamətlərin müsbət yüklü olması sahibin ruh yüksəkliyinə səbəb olurdu. Nə səbəbini, nə də konfransla əlaqəsini anlaya bilməsə də, bu xoş əlamətlərlə birlikdə sahibin gözündə hər şey dəyişməyə, nə vaxtdır ürəyində qubar bağlamış bir arzunun baş tutacağı fikri də pozitiv bir ab-havaya bürünməyə başlayırdı. Eyni arzu artıq ona qaranlığa həbs edilmiş əlçatmaz bir xəyal kimi deyil, yavaş-yavaş işıqlanmağa, al-əlvan rənglərə boyanmağa başlamış gerçək bir tablo kimi görünürdü. Əgər əvvəlcədən həmin o dövlət xəstəxanasını ala biləcəyini bilsəydi, sahib elə sərginin ertəsi günü bütün o texniki avadanlıqları, dərmanları alıb bura gətirərdi. Bunun yeri də var idi, sahibin buna imkanı da çatırdı. Necə olsa, sahib o xəstəxanada yeni bir dünya, insanların üzlərinin bircə gündə şəkil olaraq dəyişə biləcəyi, hətta hər istədiklərində yeni-yeni şəkillərə girə biləcəyi, surətlərini hər gün dəyişdikləri əyinbaş kimi dəyişə biləcəkləri sehirli bir aləm yaradacaqdı. Bu xəyallarla yaşayan sahibin özü bugün buradaydısa, arzuları ondan çox irəli getmiş, bəlkə bugün deyil, irəlidə nə vaxtsa gerçəkləşəcək, bir-iki əsr sonraki zamana aid ola biləcək gerçəklərin arasında idi artıq. Vaxt gəlib çatdı, sahib də əşyalarını topladı, evdəkilərlə görüşüb evdən çıxdı. O yayın ortasında havanın çox isti olması baxımından Bakıdan çox da fərqli olmayan İstanbula yola düşürdü. Kərəm adlı səfər yoldaşı ilə də sahib o gün təyyarədə tanış oldu. Buna tanış olmaq demək də olmazdı. Çünki onların oturacaqları yan-yana idi. Odur ki, sahib istəsə də, istəməsə də məcburi tanışlığa boyun əyməli oldu. Kərəmin ilk baxışda heç bir etika qaydalarına uymayan bir şəkildə özünü təqdim eləməsi də, danışarkən sahibə sən deməsi də əslində bir insanın səmimiyyətindən xəbər verirdisə də, bu hərəkət sahibin heç xoşuna gəlmədi. Odur ki, Kərəmin "O, sahib müəllim, sən də buradasan?" sualına qarşılıq olaraq o da qaşqabağını sallayaraq soruşdu. "Dayan, sən kimsən? Məni hardan tanıyırsan?" Kərəm gülə-gülə cavab verdi. "Başına xeyir, səni tanımayan var?" "Mən ki səni tanımıram." "Hə, nə olsun?" "O olsun ki, mənə sən deyə müraciət edə bilməzsən. Mən səni tanımıram, səni ilk dəfə görürəm. Aramızda bir səmimiyyət də yoxdur." "Yoxdur, olar da. Nə vacibdir ki? Bəlkə mən heç istəmirəm." "Rəhmətliyin oğlu, əvvəla biz indi 3 saat yan-yana oturub yol gedəcəyik. Lalmat oturası deyilik ki. İkincisi də sən də mənə sən deyirsən də. Gör heç mən bundan inciyirəm, incimirəm. Bilirsənmi niyə? Özün bilərsən. Ancaq yenə də niyəsini desən yaxşı olar." Kərəm oturacaqda yerini rahatlaya-rahatlaya bir yandan da ciddi hal alaraq dedi. "Niyəsi odur ki, qardaşım, sən istəsən də, istəməsən də, qəbul eləsən də, eləməsən də, mən sənə sən deyə müraciət edəcəyim. Mən hamıya sən deyə müraciət edirəm. Bunun da mənim üçün çox əhəmiyyətli bir səbəbi var. Belə düşün ki, əgər mən bizi yaradan o uca Rəbbimizə sən deyirəmsə, mən onun yaratdığı mənim kimi, sənin kimi cılız varlıqlara siz deyə bilmərəm. Bu, özümüzü ondan üstün tutmaq olar. Mən də bunu eləmərəm. Bu çox böyük bir haqsızlıq olmaqla yanaşı mənim imanımın ziddinədir. Əgər mən Allaha sən deyirəmsə, o zaman dünyanı dolduran 8 milyard insan kim olursa olsun hamısına sən deməliyəm, deyirəm də. Bu qərar mənim əqidəmlə əlaqəlidir. Mən hacca getdiyim ilk səfərdə bunu o qədər dərindən anladım ki, oradan dönəndən bəri heç kimə siz deməyə dilim dönmür. O baxımdan birinin sənin kimi mənə də sən deməsi, müraciət eləməsinin də doğru sayıram. Bu səbəbdən sənin mənə sən deməyin mənə toxunmadı. Biz Allahın yanında kimik ki bir-birimizi ondan üstün tutaq, bir-birimizlə sizli bizli danışaq. Sözündə məntiq var, ancaq sən yenə də biraz ehtiyatlı ol. Sənin bu əqidəndən xəbəri olmayanlar da tapıla bilər. Bilirsən də bizim aid olduğumuz cəmiyyət başqasına bənzəməz. Bizdə hər kəs özünü bir ilah hesab edir. Ay sağ ol, bax bunu düz dedin.
Ancaq unutma ki, Allah mömin qullarını qoruyur. Yox, əgər bir gün onun rizası ilə başıma bir qaziyə gələrsə də, qorxusu yoxdur. Allah yolunda öldüyüm üçün şəhid olaram, cənnətə girərəm. Yol uzun olduğundan söhbəti çəkə-çəkə sahibin çox da xoşlanmadığı bir mövzu üzrə cərəyan edirdi. Kərəm bir qəfil ona tərəf dönüb dedi: "Bax sahib, təxminən eyni yaşdayıq. Odur ki, sənə düşündüklərimi açıq söyləyəcəm. Mən bugün səni də öz aramızda gördüyümə çox sevindim. Çünki çoxdandır düşünürdüm ki, sənin mütləq hacca getməyin lazımdır. Bugünə kimi qazanmış olduğun günahlarına tövbə eləməyin vaxtıdır. Sonra gecikə bilərsən. Belə şeylə zarafat eləmək olmaz. Ömür qısadır ey qardaşım. O tutduğun yol ki var, başdan ayağa günah qazandırır sənə. Bilmirəm xəbərin varmı? Ancaq indi gedərsən, tövbə edərsən, Allah da çox mərhəmətlidir, bağışlayar səni." Söz bu yerə gəlmişdi ki, sahibin daha səbri çatmadı. Kərəmin sözünü kobud şəkildə kəsərək dedi: "Dayan ey, ay kişi, sən nə danışırsan? Kimdir hacca gedən?" "Necə kimdir? Bu təyyarədə oturanların hamısı. Bu gördüyün insanların hamısı zəvvardır da. Biz hacca gedirik də. Bəs sən nə bildin? Sən də hacca getmirsənmi?" "Yox ey, nə hac? Mən İstanbula konfransa gedirəm." "Konfransa?" "Hə, konfransa. Dünya estetik əməliyyat cərrahlarının konfransına." "Vay evi yıxılmışın oğlu, sən nə danışırsan? Sən hələ də o yoldan dönməmsən? Ay bədbəxt, sənin gözün nə vaxt doyacaq? Ayə, sən heç günahlarını yumaq istəmirsənmi? Sən heç axirətini qurtarmaq istəmirsənmi? Sən heç Allahdan, onun qəzabından, cəhənnəm atəşindən qorxmursanmı? Nə danışırsan ey sən? Mən nə eləmişəm ki, məni cəhənnəmlə qorxudursan? Nə eləmsən? İndi mən deyim, sən də qulaq as. Bax, qardaşım, mənim nə işlə məşğul olduğumu sən də bilmirsən, çox adam da bilməyə bilər. Çünki mən sənin kimi məşhur deyiləm. Ancaq sən bədbəxtin nə işlə məşğul olduğunu, çörəyini hansı günah yollarla qazandığını mən də bilirəm, hamı da bilir, Allah da bilir. Bunu hər həftə televizordan sən özün, öz dilinlə söyləyirsən. Sən ekrandan sinəni gərə-gərə öz günahlarından həvəslə bəhs edəndə, heç yadına da düşmürmü ki, Allahın bu cür əməllər barədə cəza hökmləri var, atəş dolu əzablarla hədələməyi var. Sən heç Quranı oxumursanmı? Ayda, yadıma düşdü. Sən də Quranın qənimlərindənsən axı. Bunu da televizordan öz dilinlə demirsən. Vay, 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 vay. Sən demə yanımda şeytan lənətullahın sadiq dostlarından biri oturmuş, mənim xəbərim yox. Təyyarənin hər yerində kondisionerlər çalışır, havanı sərinlədirdi. Lakin bu sərinlikdə də sahibi tər suyu aparırdı. Ancaq bu tərləməyə səbəb havanın isti olması deyildi. Kərəmin günah deyib saydığı şeylər idi. Qardaşım, qəliz-qəliz danışıb məni boğaza yığma. De görüm mənim günahım nədir? Mən ki 25 ildir öz xalqıma xidmət edirəm. Kərəm biraz da ciddiləşdi. Ay kişi, ay evi yıxılmışın oğlu. Sən nə danışırsan? Sənin günahın Quran ayəti ilə də sabitdir. Nisa surəsi 119-da deyildiyi kimi, sən o əməllərinlə şeytana uymusan. Bu şeytanın insanları azdırmaq üçün onlara gözəl göstərdiyi əməllərdən biridir. Gör lənətullah bu barədə nə deyir? Deyir ki, əlbəttə onlara əmr edəcəyəm də heyvanların qulaqlarını deşəcəklər və əlbəttə onlara əmr edəcəyəm Allahın yaratdığını dəyişdirib pozacaqlar. Bildin bu nəyi deyir? Onlar ki, heyvanların qulaqlarını kəsərlər. Onlar ki, insanların şəkillərini dəyişdirərlər. Üstəlik bu əməllər Allahı ən çox qəzəbləndirən, onun heç vaxt bağışlamayacağı günahlardandır. Ha, sən bu ayəti bir düşün, gör sənə nə deyir? Bu bilirsənmi nə deməkdir? Bu deməkdir ki, Allahu Teala barmağını sənə tuşlayıb, səni göstərir. Yəni əlbəttə tək səni deyil də, sənin kimləri. Sizlər öz əməllərinizlə Allahın yaratdığı varlıqların simasını dəyişirsiniz. Belə çıxır ki, Allah nə yaratdığını bilmirmiş, sizlər də onun haşa səhvlərini düzəldirsiniz. Yaradan bundan çox qəzəbləndirə bilən daha nə ola bilər ki? Müqəddəs kitabında Allah hər fürsətdə belələrinə verəcəyi acıqlı əzabından bəhs edir. Gör, yaradan insanların buna bənzər hərəkətlərindən necə qəzəblənirsə, ayətin sonunda and içir ki, onlara verəcəyi cəza çox şiddətli olacaq. Sən də deyirsən. Bu dəfə sahibi soyuq dər bastı. Havası çatmadı. Kərəm onun bu halını görüncə stüardessadan onun üçün su istədi. Qız su gətirdi, sahib sudan içib biraz sakitləşdi. Bu yerdə Kərəmin ona yazığı gəldi. Yavaş-yavaş sözə başladı.
Sahib, qardaşım, məndən incimə, ey. Vallah sənə canım yanır. Bax, mən hac pulunu hər şeydən kəsə-kəsə, qəpik-qəpik yığıb bu səfərə çıxmışam. Bəlkə də soruşsaq, bu təyyarədəkilərin yarıdan çoxu mənim kimi hər şeydən gözlərini yığaraq bu pulu toplaya biliblər. Ömürdə bircə dəfə hac səfərinə çıxa bilmək üçün insanlar necə cəfa çəkirlər. O niyyətlərini həyata keçirmək üçün min bir dərdləri olan həyatlarında hacca getmək məsələsini birinci sıraya qoyurlar. Mən də belələrindənəm. Biz bunu niyə eləyirik, bilirsənmi? Çünki mən də, bu səfər yoldaşlarım da o biri dünyada cənnətə girənlərdən olmaq istəyirik. Bir özün düşün, sonsuz bir ömür, həm də cənnətdə. İnsanoğlu bunu istəməzmi? Ay zalımın balası, sənin ki pulun başından aşır. Nə olar? Elə hesab elə ki, gəzməyə gedirsən də. Bir dəfə də hacca get, oranı ziyarət elə, ürəyini aç, imanı içinə burax. Baxarsan, görərsən ki, sənə bir yol göstərmədi, istədiyin nəticəni vermədi, bir daha getməzsən. Ancaq bircə dəfə də olsa, sən hacca get qardaşım, yazıqsan. Özün, ailən, övladların yazıqsınız. Çünki hamınız yanlış yollardasınız. Sizin ailecə necə bir həyat sürdürdüyünüzü hamı bilir. Bunları da sən özün demisən. İndi vaxt varkən yolunu dəyişməyə çalış. Üzünü Allaha çevir. Özünü, ailəni qurtar, sonra gec olar. Məndən də incimə. Bu mənim mömin borcum idi. Mən hər şeyi sənə anlatmalıydım. Bu da Allahın Cəllə Cəlaluhu hökmlərindən biridir. Biz bildiklərimizi başqalarına da deməli, əlimizdən gəldikcə insanları xilas eləməyə çalışmalıyıq. Hələ xilasın ən asan başqa bir yolu da var. Tövbə eləmək. Tövbə elə qardaşım. Tövbə elə həyatını qurtar. Bax, mən bildiklərimi sənə dedim, borcumdan çıxdım. Allah da buna şahid oldu. Qalanı yenə də sənə qaldı. Artıq gerisini sən bilərsən. Allah sənə hidayət versin. Zaman sürətlə irəlilədikcə Kərəmlə olan söhbət də sahibdən uzaqlaşırdı. İstanbulda keçirdiyi bir ay o qədər yoğun bir qrafik üzrə tərtib edilmişdi ki, tək sahibin deyil, dünyanın hər yerindən gəlmiş doktorların başlarını qaşımağa macalları yox idi. İşə bax ki, eyni ayın içində dünyanın bir ucunda Kərəm öz ibadətləri ilə, payladığı nəzir niyazı ilə nə qədər Allaha yaxınlaşırdısa, o biri ucunda da sahib dinlədiyi söhbətlərlə, altına imza atdığı şeytani əməllərin yaxın zamanlarda gerçəkləşmə ehtimalını artırmaqla bir o qədər Allahdan uzaqlaşırdı. Ay tamam oldu, hər iki insan üst tutub getdikləri yoldan geri dönürdülər ki, yenə də İstanbul aeroportunda rastlaşdılar. Onlar yenə də eyni təyyarə ilə evə dönəcəklər. Birinci Kərəm sahibə yaxınlaşdı. Bay, sahib müəllim, nə gözəl təsadüf. Vallah bu işdə bir iş var. Məncə Allah istəyir ki, bizim tanışlığımızın ömrü uzun olsun. Bəlkə ona görə bizi yenə rast gətirdi ki, biz evə də bir yerdə dönək. Nə deyirsən? Sahib də çarəsiz qalıb dedi. Hə, deyəsən elədir. Ziyarətin necə keçdi? Nə deyim? Mən əlimdən gələni elədim, çox şükür. Gerisini Allah bilir. Heç bilmirəm nə deyim. De ki, Allah qəbul eləsin. Sahib biraz utandı, ancaq yenə də dilinin alışmadığı o sözləri təkrar elədi. Allah qəbul eləsin. Amin. Dilini alışdır qardaşım, irəlidə lazımın olacaq. Eləmi deyirsən? Bəs necə? O qədər söz dedim, unuttun mu yoxsa? Sahibi yenə soyuq tər bastı. Yox, unutmadım. Görək də. İnşallah de. İnşallah. Uçuş boyunca Kərəm yenə də bütün yolu sahibi qəflətdən oyatmağa çalışırdı. Allaha iman etmənin verdiyi əminlikdən, ibadətlərin gətirdiyi huzurdan, haccın bütün günahları yumasından bol-bol söz açdı. Bu dəfə sahib heç nə danışmadı, o yalnız dinlədi. Kərəm onun bu halını diqqətlə baxır, buna da sevinirdi. O bəlkə də sevinməkdə haqlı idi, çünki sahib o başa gedərkən heç nə eşitmək istəmirdi, söz güləşdirirdi. Ancaq geri dönüşündə danışmır, Kərəmin dediklərinə qulaq asır, nəsə fikirləşirdi. Kərəmə görə bunun özü də xeyirli əlamət idi. Sahib doğrudan da fikirləşirdi. O fikirləşirdi ki, həm yolun o başında, həm də bu başında Kərəmə rast gəlməyin özü də bir əlamət idi. Ancaq nəyin əlaməti idi? Bunu özü üçün izah edə bilmirdi. Bircə şey aşkar idi ki, Kərəmin sözləri ilə birlikdə içində hər kəsdən gizli tutduğu o qorxu özünü daha cəsarətlə göstərməyə başlamışdı. Sanki Kərəmin sayəsində bu qorxunun özünü göstərməsi üçün geniş bir meydan açılmışdı.
O meydanı açanda can yiyəsi sahib deyildi. Kərəm adlı bir mömin insan idi. Qəribə idi ki, nə qədər ki Kərəmlə bir yerdə idi, onun söylədikləri sahibə güc gəlir, onu özünə çəkir, onu öz qorxularının içindən keçirsə də, sanki harasa başqa, daha xeyirli, daha huzurlu bir aləmə çağırırdı. Ancaq elə ki səfər bitdi, onlar ayrıldılar, sahib də öz gerçək dünyasına geri döndü. Qarşısında hələ bundan sonra davam edəcəyi uzun bir yol var idi. O yolun üstündə də sahib müəllimin həyatının ən başlıca məqsədi, nail olmaq istədiyi ən böyük arzusu dururdu. Və o yolun üstündə duran ən böyük məqsəd, ən gözəl arzu, ən şirin xəyal da hacca ziyarətə getmək, tövbə edib günahlarından arınmaq deyildi. Yolun üstündə duran ən böyük arzu Bakının ən böyük yanıq xəstəxanasına sahib olmaq idi. Sahib müəllimin gözə gəlimli maşını hələ də piyada yolunu kəsdiyi eyni yerdə dururdu. Ona ilk reaksiya təsadüfən buradan keçən yol polisindən oldu. O öz maşını ilə buradan keçirmiş ki, birinin yol hərəkəti qaydasını kobud şəkildə pozduğunu, maşını qadağa olunan yerdə, piyada keçidində park edərək, heç nə olmamış kimi maşında rahatça oturduğunu, bununla da piyadaların yolunu kəsdiyini gördü, maşını ilə yaxına gələrək məsələni araşdırmaq istədi. Yol polisi xidməti maşından enərək sahibin maşınına yaxınlaşdı. Rəsmi qaydada özünü təqdim eləmək məqsədi ilə maşının pəncərəsini taqqıldatdı. Bu ara bir neçə adam da polisə yaxınlaşıb öz narazılıqlarını bildirdilər. Yoldaş kapitan, nə vaxtdır bu adam yolu kəsib, heç kimi saya salmadan burada arxayınca oturub. Məyər qanun hər kəs üçün eyni deyilmi? Kapitan adamlara cavab verərək dedi. Ay yoldaşlar, narahat olmayın, indi biz hər şeyi araşdırarıq. Bu sözlərdən sonra kapitan şüşəni bir də taqqıldatdı. Vətəndaş, zəhmət olmasa pəncərəni açın. Vətəndaşdan heç bir reaksiya gəlməyincə polis kapitanı əyilib diqqətlə içəri baxdı, deyəsən sükanın arxasında oturan adamı tanıdı. Sahib müəllim, bu sizsiniz? Sahib müəllim, zəhmət olmasa pəncərəni açın. Bu sözlər ağzından çıxmışdı ki, polis kapitan bir qəfil dik qalxdı, davanın üstə geri döndü, həyəcanla əlindəki radio telefonun düyməsini bastı, indicə şahidi olduğu qeyri-adi durum barədə mərkəzə məlumat verməyə başladı. Diqqət, diqqət, mərkəz, mərkəz, danışan kapitan Məcidovdur. Bu dəqiqə şəhərin mərkəzindəyəm. Burada fövqəladə bir hal baş vermişdir. Hüsü Hacıyev küçəsində məşhur bir şəxs, Cərrah Sahib Məlikov öz maşınında hərəkətsiz vəziyyətdə aşkar edilmişdir. Vətəndaş heç bir sözə reaksiya vermir. Sükanın arxasında eyni vəziyyətdə oturmuşdur. Maşının qapısı içərdən kilidlidir. Bu durumda həm təcili yardıma, həm də maşının qapısını açmaq üçün texniki vasitəyə ehtiyac var. Mümkün qədər cəld tərpənin, dərhal buraya yardım göndərin ki, vətəndaşlar və qəzetçilər başımıza toplaşmadan burada bir iş görmək mümkün olsun. Bunu demişdi ki, kapitan ətrafında artıq onlarla insanın toplaşdığını gördü. Ay yoldaşlar, dağılışın, indi təcili yardım gələcək. Təcili yardıma yol açmaq lazımdır. İnsanlar artıq anlamışdılar ki, burada nəsə qeyri-adi bir hadisə baş vermişdir. Səbəbi bəlli olmasa da, bayaqdan yolu kəsib maşında oturduğunu düşündükləri məşhur cərrah Sahib müəllim səndə nə vaxtdır dünyasını dəyişibmiş. Kapitan Məcidov əyilib diqqətlə içəri baxarkən, zaten kənardan da şübhəli bir durum kimi görünən bu şəraitdə Sahib müəllimin güya ki irəli baxan, ancaq şüşə kimi ifadəsiz, donuq gözlərini görmüş, məsələni dərhal anlamışdı. Maşında oturan şəxs artıq neçə vaxt idi ki, cansız bir bədən imiş. Kapitan nə qədər deyirdisə də, insanlar nə ki dağılışmır, əksinə axın-axın yaxına gəlir, tanınmış bir insanın başına nə gəldiyini anlamağa çalışır. Bu məqsədlə də şəhərdə hər kəsin yaxşı tanıdığı o maşını daha sıx dövrəyə alırdılar. İnsanlar maraqla maşının içində oturan adama baxırdılar. Kimi heyfsilənir, kimi narazı halda başını bulayır, kimi də belə olacağını bildiyini deyərək kənara çəkilirdi. Bu toplumun arasında biri də var idi ki, hər kəsin arasından yavaşca sivişərək maşına lap yaxın gəlmiş, əyilib içəri baxırdı. O az qala hədəqəsindən çıxacaq qədər geniş açılmış gözlərini cansız bədənə zilləyib durmuşdu. Görünürdü ki, o gözü ilə gördüklərinə inana bilmir. Ağlının almaq istəmədiyi bir gerçəyin dəhşətindən qorxaraq heyrətlər içində donub qalmışdı. Onu kənardan izləyən olsaydı, anlayırdı ki, o baş vermiş bu faciəyə bura toplananların hamısından daha çox yanır.
Ona görə də vəziyyəti gözü ilə görsə də, ağlı ilə hələ də bu olanlara inana bilmirdi. Necə inanaydı ki, biraz əvvəl onlar birlikdə idilər, söhbət edirdilər, xəyallar qururdular. Sahib müəllim yanı xəstəxanası hələ də ala bilməmişdisə də, bir gün alacağına çox inanırdı. O xəstəxana ilə bağlı arzularından həvəslə söhbət açırdı. Və sonra birdən nə oldu? Hər şey bir qəfil niyə durdu? Niyə bitdi? Bir an içində nə baş verdi ki, o özü də heç nə anlamadan, heç nə hiss eləmədən bir qəfil maşından kənara atıldı. Bu necə oldu? Niyə oldu? Bütün bunlar haqlı suallar idi. Ancaq bir şey vardı ki, bu şahid də yoldan keçənin biri değildi. O buraya toplaşanlardan fərqli olaraq hər şeyə sadəcə tamaşa edib yoluna davam edə bilməzdi. O fərqli biri idi. Bura toplaşanların arasında sahib müəllimin üçün bunların hamısından daha yaxın, daha dəyərli biri idi. O sahibi ən yaxından tanıyan, bir ömür boyu onun hər işində, hər əməlində onunla birlikdə olan, hər fikrində ona dəstək verən, ona müttəfiqlik edən biri idi. O bir insanın can alıb yaşaması üçün onun bir bədənlə bir can olmasını təmin edən ən mühüm bir əmsal, ən vacib bir varlıq idi. O sahib müəllimin ruhu idi. Hadisə yerində dikilib qalan, hər detalına yaxşı bələd olduğu maşının yanından ayrılmağa özündə güc tapmamayan, içində dərin bir üzüntü, acı bir göynəti yaşadan bu varlıq sahibin canından bir can, onun ruhu idi. Ruh kənardan dəhşətlər içində bu hadisəyə tamaşa edir. Biraz əvvəl həyat eşqi dolu olub, ona arzularından, daha çoxlu pul qazanmağın yollarından həvəslə bəhs edən bir insanın bir qəfil yox olmasına inana bilmirdi. Çünki sahib müəllimin adəti üzrə dünya malından gözünün doymadığını ifadə edən biraz əvvəl söylədiyi sözü söhbəti hələ də heç qulağından getməmişdi. Halbuki aradan az bir zaman keçmişdi. Ancaq hər şey artıq mənasını itirmiş, bir yuxu kimi uçub getmişdi. Artıq bir saat olardı ki, sahibin bir ömür boyu hər əmələ əl ataraq topladığı o qədər mal dövlət, o boyda sərfət sahibsiz qalmışdı. Çünki sahib artıq yox idi, o ölmüşdü. Ruh çox uğurlu, çox bərəkətli bir ömür sürməsinə rəğmən dünya malından gözü doymayan, üstəlik bu mövzuda təkrar-təkrar bəhs eləməkdən xüsusi zövq alan bir insanın heç bir səbəb olmadan qəlbinin bir qəfil durmasına da, onun özünü, arzularını, ailə həyatını yarı yolda qoyub getməsinə səbəb olan ani bir qəlb krizinin əmələ gətirdiyi müsibətinə də inana bilmirdi. Görünür bir ömür boyu ruh da unutmurdu ki, dünya fanidir, ölüm anidir. O gözü ilə gördüyünə inana bilməsə də artıq hər şeyi xatırlamış, son olaraq çox mühüm bir şeyi də anlamışdı. Bircə saat əvvəl sahib müəllimin qiyaməti qopmuşdu. Bu qəza və qədərə nə qədər yansa da, ruhun canını bürüyən qorxu da get-gedə artırdı. Çünki olan olmuş, ömür deyilən şey bitmişdi. İrəlidə ancaq hesab vermək qalırdı ki, o mizan tərəziyə qoyulacaq günahlarda heç şübhəsiz onun da payı az olmayacaqdı. Ruh artıq hər şeyi anlayırdı. Çünki artıq fitrət deyilən qüdrət araya girmiş, hər şeyi ona xatırlatmışdı. Ruh hatırladı ki, Allahu Teala əvvəlcədən ruhlarla şərti şumda, yəni qalu bəlada kəsmiş, onlara hər şeyi bildirmişdi. Ruhlar ən başdan hər şeyi bilirdilər. Bildikləri üçün də vaxtlı-vaxtında tədbirlərini almalı, insanları günahlardan çəkindirməli idilər. Bəzi ruhlar o bildiklərini zamanında xatırlayaraq özlərini də, can verdikləri insanları da qurtara bilirdilər. Bəzi ruhlarda sahib müəllimin ruhu kimi bütün gerçəkləri ancaq hər şey olub bitəndən sonra xatırlayırdılar ki, bu zaman da çoxdan iş işdən keçmiş olurdu. Sahib müəllim üçün də, ruh üçün də artıq iş işdən keçmişdi. Bu bir son idi, çox uğursuz, heç gözlənmədik bir son. Ruh hələ də donub qalmışdı. O gözünü sahibin cansız bədəninə zilləyərək baxırdı. Ruhun nə özünü, nə sarsıldığını, nə də gözlərindən gilə-gilə axan göz yaşlarını heç kim görmürdü. Görə də bilməzdi. Çünki ruhlar dünya insanlarına görünməzdilər. Ruh bu an çox dərin, çox ağrılı fikirlərə qərq olmuşdu. Belə görünürdü ki, sahib müəllimlə birlikdə onun da işi asan olmayacaqdı. Əgər sahib vaxtında Kərəmin dediklərini ciddiyə alsaydı, tövbə eləsəydi, əgər bircə dəfə Qurani Kərimi oxusaydı, bircə dəfə hacca getsəydi, o zaman bəlkə aqibətinin sonu da bu qədər acınacaqlı olmazdı.
Sahib vaxtında söz dinləsəydi, bəlkə o öyrəndiyi həqiqətlərdən qorxardı, son aqibətini təsəvvür edər, bəlkə özünü xilas etmək üçün bir tədbir də görərdi. O zaman bəlkə günahlarının vəbalını ödədikdən sonra da olsa, cənnətə son girən günahkar müsəlmanlar kimi, onun da cənnətə girmək kimi bir şansı olardı. Cənab Allahın vədi belə idi ki, insanların çoxu günahkar müsəlmanlar olaraq ölsəydilər də, onların bir müddət cəhənnəmdə cəza çəkmələri olacaqdı. Ancaq son olaraq onlar da cənnətə girə biləcəkdilər. Bu məsələdə başlıca şərt Allahı tanımaq, ona iman etmək idi. Halbuki sahib həyatı boyu bircə dəfə də olsun La ilahə illallah kəlməsini dilinə gətirmədi. Bu şərtlər altında deyəsən nə o qapılar sahibin üzünə açılacaqdı, nə də sahibin cənnətə girmək kimi bir şansı olacaqdı. Belə olan surətdə kim nəyə bel bağlayacaqdı ki, sahib bir ömür boyu nə Allahı tanıdı, nə dünyanın malından, mülkündən gözü doydu, nə fitnə fəsadından qaldı, nə də nəfsinə hakim ola bildi. Günahı azmış kimi hələ bir fürsət tapıb müqəddəs Quran kitabını yandıranlara da qahmar çıxdı. Halbuki Allahın ilk hökmü oxu əmri ilə başlayırdı. Allah o kitabı təkcə müsəlmanlara deyil, bütün dünya əhlinə ünvanlamışdı. Quran-ı Kərimi oxumağı hər kəsə əmr eləmişdi. Elə isə kim olurdu bu sahib müəllim ki, son aqibətini hələ sadəcə təsəvvürünə gətirməklə onun öz ruhunun canına vəlvələ düşürdü? Niyə onun aqibəti bu qədər qorxulu idi? Onun yanlışı, günahı nə idi? Sahib müəllim də milyonlarca günahkar insanlardan yalnız biri idi ki, onun günahlarını saymaqla bitməzdi. Onların dünya həyatını hər şeydən çox sevmələri kimi, heç ölməyəcək kimi, bir həyat yaşamaları kimi ağır günahları var idi. Ancaq o günahların içində Allahı inkar etmək, ona şəriklər qoşmaq kimi ölçüyə gəlməyən bir günah da var idi ki, Quran-ı Kərimin səhifələri bu mövzuda qullarını xüsusi bir xəbərdarlıqla bu günahlarla qorumağa çağıran Allahın hökmləri var idi. Belə ki, az qala hər surədə Allahın Cəllə Cəlalu məhz o günahı heç vaxt bağışlamayacağını dönə-dönə təkrar edən ayətlər var idi. Sahibi isə hələ başqa şəriklər bir yana dursun, dili ilə özünü Allaha ortaq qoşmuşdu. Nail olduğu var dövləti, sərvəti Allahdan deyil, özündən bilirdi. Bu da azmış kimi, hələ o günahdan əlavə Quran-ı Kərimin səhifələrində təkrar adı çəkilən Allahın nə qədər yasaqları var idisə, hamısına bulaşmış, hamısını yaşadığı ömrü boyunca ən son ana kimi həyata keçirmişdi. Halbuki bəlkə də Kərəm adlı o insan ona Allahın tərəfindən göndərilmişdi. Nə bilmək olar? Bəlkə Kərəmin onu qurtarmağa çalışmasında, onu çox şeylərdən xəbərdar eləməsində Allahın yerə göyə sığmayan mərhəməti öz əksini tapmışdı, kim bilir. Nə var ki, arada sahibin yaxın dostu şeytan idi. Şeytanın fitnəsi sahibin yaxasını buraxmadı. Onu biraz da içinə çəkərək o içindəki qorxudan uzaqlaşdırdı. Onu ayılmağa, gözünü açmağa qoymadı. Belə idi ki, Kərəmin nəsihətlərini xatırlayanda sahib hər dəfə həyatında bir dönüş eləmək, əhəmiyyətli bir qərar vermək istədisə də, şeytan ona tələsməməyi, irəlidə hələ uzun bir zaman var deyə hər şeyi sonraya saxlamağı tövsiyə elədi. Sahib o sonranın gələcəyinə heç bir qaranti olmadığını anlamadı. Çünki o qədər cahil idi ki, bu barədə də heç nə bilmirdi. Bunu bilmədiyinə görə, tədbirini almadığına görə də o sonraya saxladığı zaman gəlməz oldu, onun yerinə son gəldi. Belə olunca da hər şey çürük bir ip kimi yarı yolda qırıldı. Ruh hələ də gördüklərinə mat-mat baxırdı. Birazdan təcili yardım da, texniki yardım da gəldi. Maşını açdılar. Sahib müəllimin cansız bədənini xərəyə qoyub təcili yardıma yüklədilər. Təcili yardım maşını hərəkətə gələrək sahib müəllimin nəşini arası apardı. Ruh bir müddət onun boş qalmış maşınına baxdı. Sonra dönüb təcili yardımın arxasınca baxdı. Ruh özünü irəli atmaq, maşına yetişmək istəyirdi ki, onunla gerçək dünyanın arasından keçən şüşəyə bənzər bir divar yolunu kəsdi. Ruh zərblə bu divara çırpılaraq yerə düşdü. O, bu ara kəsməni indicə gördü. Onun nə demək olduğunu indicə anladı.
Ruh birdən hər şeyi xatırladı, hər şeyi anladı. Özünün artıq başqa tərəfə aid olduğunu, işıqlı dünyanın da, Sahib müəllimin cəsədinin də, cəsədi aparan təcili yardım maşınının da artıq şüşəyə bənzəyən o arakəsmənin o biri tərəfində qaldığını indicə dərk elədi. Bu gördüyü iki tərəf həyatla axirət idi. Bunu da əvvəlcədən bildiyini ruh xatırladı. Xatırladı ki, bu iki tərəf artıq başqa-başqa dünyalara aid idi. Həyat adlanan bir dünya artıq arakəsmənin o biri tərəfində idi. Ruhun ora geri gömməsi mümkün değildi. Ruh sahibdən heç ayrılmaq istəmirdi. Ancaq o hər şeyi bildiyi üçün hər şeyi olduğu kimi qəbul edir, hadisənin gedişatını da fikrində nizamla sıraya düzə bilirdi. O sahiblə yenidən birləşə biləcəkdi. Ancaq onun yenidən sahibin vücuduna geri dönməsindən öncə ruhun Allahın huzuruna qalxışı, orada onun sorğu-suala çəkilməsi baş verməli idi. Ruhun sonraki taleyini verdiyi cavablar təyin edəcəkdi ki, sahibin sürdürdüyü həyat tərzinə baxılırdısa, Allahın dərgahından müjdəli bir xəbərlə qayıtmaq ruha heç də mümkün kimi görünmürdü. Bu müddətdə ruhla sahibin yolları müəyyən zamana qədər ayrılırdısa da, belə görünürdü ki, sahibin günahlarından pay almadan ruha da qurtuluş olmayacaqdı. Çünki bədənin əməllərinin cavabdehliyini ruhlar daşıyırdılar. Ona görə də hər şey ruhlardan sorulacaqdı. Müəyyən bir zaman ərzində qəbirdə yaşanacaq prosedurların ən önəmlisi ölüləri saf-çürük etmə proseduru gedəcəkdi ki, sahibin gün batmadan qəbrə qoyulacaq vücudu yavaş-yavaş əriyib torpağa qarışırkən, onun həyatı boyunca törətdiyi bütün əməllərinin cəzasını, yəni qəbir əzabını yenidən diriltiləcəkləri günə qədər ruh da onunla birlikdə çəkəcəkdi. Bu da məsələnin ən ağrılı, acılı tərəfi idi. Çünki qəbir əzabı deyilən bir şey var idi və günahkar insanlar onu dadmadan yollarına davam edə bilməyəcəkdilər. Allahın dərgahındakı sorğu-sualdan alnı açıq, üzü ağ çıxan möminlərə müjdə verildiyi kimi, onların qəbirləri cənnət bağçasından bir bağça olacaqmış. Möminlər əbədi cənnətə gedənə kimi bərzaq müddətini də cənnət bağçalarında keçirəcəklərmiş. Halbuki ruh öz növbəsində hər şeyi ayıq başla ölçüb biçir, onların qəbrinin çox yəqin ki, cəhənnəm çuxurlarından bir çuxur olacağını düşünür, bu qənaətə gəldiyi üçün də qorxudan bağrı yarılırdı. Fikirlər durulur, hər şey məntiqə uymağa başlayırdı. Ruh artıq bütün gerçəkləri olduğu kimi qəbul edirdi. Qəbul edirdi ki, onun hər halına bələd olduğu, sahiblə birlikdə bir ömür boyu yaşadığı hər şey arakəsmədən o tərəfdə qaldı. Bu tərəfdə isə zülmət, qaranlıq var idi. Zülmətlər içindən çıxan vahiməli görünüşləri ilə, vahiməli səsləri ilə insanın bağrını yaran zəbanilər var idi. Onların sahibin vücudu ilə bir işləri yox idi. Onlar sahibin bədənindən ayrı düşmüş, ruhunu dövrəyə almışdılar. Onlar ruhu getməli olduğu yerə aparmağa gəlmişdilər. Zəbanilər ruhun qoluna girdilər, sürüyərək onu da özləri ilə birlikdə göyün üzünə qaldırdılar. Sonra da onunla birlikdə qətran kimi zülmət bir gecədə qatı tüstü kimi yavaş-yavaş əriyərək yox olub getdilər. Zəbanilərin ruhu hara apardıqlarını ancaq Quran-ı Kərimi dönə-dönə oxuyub anlayanlar ya da anlamaqda çətinlik çəkdikləri üçün bu dəfə bütün suallarının cavablarını hədislərdə axtaranlar təxmin edə biləcəklər ki, o kitablarda yazılanların hər kəlməsi haqqın sözü, həqiqətin özüdür. Quran-ı Kərim sadəcə bir kitab deyil. O kitab insanları son aqibətə hazırlayan, irəlidə keçəcəkləri bütün imtahanların öhdəsindən gəlmək üçün hələ həyatda ikən hansı tədbirləri almalı olduqlarını xəbər verən ən doğru elm dəryasıdır. Nə bəşəri dünyada, nə də axirətdə batmaq istəməyən hər kəs gec qalmadan bu dəryadan elmini almalıdır. Heç kimin şübhəsi olmasın ki, o kitabda yazılanların hər kəlməsi bizi yoxdan var edən, dünyanı hər halı ilə xidmətimizə buraxan, sonunda haqq elədiyimiz nəticəni ədalətlə hesablayıb önümüzə qoyan Allahın Cəllə Cəlalı sözü, rizası, hökmüdür.
Hədislər də elm dəryasıdır. Çünki o hədislərdə toplanmış biliklərdə son Rəsulun sallallahu əleyhi və səllamın həyatından alınmış, onun sünnətini, sözlərini, əməllərini, nəsihətlərini, vəsiyyətlərini bizə çatdıran sahabilərin, onun öz ailəsinin, dostlarının, hətta düşmənlərinin dilindən alınaraq bir yerə toplanmış səhih hadisələrin xroniki toplusudur ki, o hədislər sayəsində bizə miras qalan bütün bilgilər də bir tək Məhəmməd sallallahu əleyhi və səlləmin özünə aid olmayan, Allahın Cəllə Cəlaluhu da dəstəkləyərək ona, özünün son rəsuluna vəhiy elədiyi hökmlərdir. Bu iki kitaba inanan, orada yazılanlara bel bağlayan, o hökmlərə uymağa çalışan insanların tutduqları yol heç şübhəsiz ki, yolların ən mübarəki, ən doğrusudur. O yolda Allahdan qorxmaq da var, Allahdan ümidi kəsməmək də var. Allah qorxusu içimizdən üşütsə də, Allaha bəslədiyimiz ümidə qəlbimiz hər zaman qızınmalıdır. Çünki Allahın Cəllə Cəlaluhu mərhəməti sonsuzdur. Biz də buna iman edirik. Əslində istəməsək də səmimiyyətlə qəbul eləməliyik ki, həyatın sonunda hər kəsin başına gələcək əbədi ayrılıq son dərəcə qəmli bir hadisədir. Çünki o ayrılıq insanları əməllərinə görə ayırır, onları başqa-başqa aləmlərə aparan yollara sala bilir ki, o yollar da bir daha heç vaxt, heç yerdə kəsişməyəcəkdir. Allahu aləm. Son. Bir xatirə. Naftalan. Yaddaşımız düşüncələrimizin qaralamasıdır. Yaşadığımız hər şey əvvəlcə yaddaşımıza həkk olunur, sonra da zaman-zaman yadımıza düşərək bir şeyləri xatırlamaq istədiyimizdə oradan bizə dəyərli ipuçları verir. Biz də o ipuçların sayəsində yaşadıqlarımızdan nələrisə təfsilatı ilə xatırlaya bilirik. Bu möhtəşəm bir qabiliyyətdir. Bu qabiliyyəti bizə verən o uca yaradana həmd olsun. İnsan yaradılmışların ən ağıllısı, ən qabiliyyətlisidir. Bu üstün cəhəti ilə o hara gedir getsin, mütləq orada özünə bir həmfikir, bir həmsöhbət tapmağa çalışır. Çünki insanın buna ehtiyacı var. Diqqət eləsək görərik ki, bizi hər şeydən çox cəlb edən varlıq da insandır, bizi bezdirib özündən qaçırdan da insandır. Əgər zaman-zaman baş götürüb insanın olmadığı bir yerə qaçmağımız da gələ bilirsə ki, həqiqətən də gələ bilir, deməli dünyanın hər kəsə ağır gələn yükü də insandır. Lakin buna rəğmən bir insanın bir başqası ilə təmas qurması, biri ilə ünsiyyətdə olması da onun möhtac olduğu ən vacib ehtiyacları arasındadır. Odur ki, insanın bəlkə hər zaman fərqli-fərqli şeylərə ehtiyacı ola bilir. Ancaq onun yenə də ən çox bir insana, başqa biri ilə təmas qurmağa, dərdləşməyə, söhbət eləməyə ehtiyacı olur. Bəlkə də bənzər xarakterli, bənzər ruhlu insanlar dünyada bunun üçün var. Yeri gəlmişkən, olur ki, insanlar bir-birinin dilini bilmədən də bəzi əl işarətləri vasitəsilə anlaşa bilirlər. Yetər ki, istək olsun. Təbii ki, bu mənada bir insanın bir neçə dil bilməsi, onun başqaları ilə münasibət qurması məsələsində onun qazancı hesab edilə bilər. Çünki çoxdillilik də bu məsələdə insana daha geniş imkanlar aça bilir. Mənə görə çox dil bilmək də bir zənginlikdir. Mən də o gün vətənimdə yerləşən Naftalan sanatoriyasına müalicə kursu almağa gedərkən oraya bildiyim bir neçə dil ilə getmişdim. Naftalan şəhərindəki çoxsaylı sanatoriyaların arasında yenicə istifadəyə verilmiş, mənim də 10 gün qonaq olduğum otel sanatoriya, gözəl arxitekturası və dizaynı ilə həm bahalı, həm də son dəbli tikinti materialları ilə ərsəyə gəlmişdi deyə, ilk baxışdan buraya pənah gətirən insanların gözünü oxşamış, rəğbətini qazana bilmişdi. Bu sanatoriyada bir kurs müalicə aldığım müddətdə sanatoriya qonşularım Qazaxlar, Özbəklər, Ruslar və bir qrup Çinlilər idi ki, onların arasında Azərbaycan kökənli bir Avropalı olaraq mən də var idim. Oğlum sağ olsun ki, hələ 6 ay əvvəldən burada mənim üçün yer almış, sanatoriyaların ən yenisində, ən müasirində mənim üçün müalicə kursu rezervasiya eləmişdi. Burada bir müalicə ocağı olduğundan, pasiyent dediyimiz insanların çoxunun əsasən qonşu ölkələrdən, yaxud Avropa ölkələrindən olması diqqətimi çəkirdisə də, mən
Mən artıq anlamışdım. Hələ çox illər bundan əvvəldən bilirdim ki, mənim vətənimdə tikilib istifadəyə verilən hər yeni şey göstərişi üçün, turistləri cəlb etmək üçün nəzərdə tutulurdu. Yəqin ki, bu yeni sanatoriyada eyni niyyətə xidmət edirdi. Belə olmasaydı, bu gün burada öz həmvətənlərimdən də kimisə görərdim. Üstəlik mən cəmiyyətin sayma seçmələrini nəzərdə tutmuram. Onlar zaten öz imkanlarına güvənərək istədikləri vaxt dünyanın ən gözəl yerlərinə özlərini çatdıra bilirlər. Mən sıradan bir vətəndaşı, sıradan bir ailəni qəsd edirəm. Mən bu ölkənin vətəndaşlarını, bu ölkənin kənd təsərrüfatı və sənaye məhsulları ilə təmin edilməsində xidməti olan zəhmət adamlarını nəzərdə tuturam. Yəqin ki, tərtib edilən şərtlərə insafla yanaşılsaydı, millətimin sınırlı imkana sahib olan hissəsi də buraya dərdinin çarəsini tapmağa gələrdi. Halbuki masaya yatırılan müalicə paketinin qiyməti sadə vətəndaşın az qala 1 illik maaşına bərabər idi ki, o zaman da bu qəbildən olan insanlar bu müalicə kursunu necə deyərlər, ancaq yuxuda görərdilər. Aydın məsələdir ki, Naftalan sanatoriyaları sağlamlığa xidmət göstərmək üçün inşa edilmiş alternativ müalicə oraqlarıdır. Ən azından ilk başda proyektlər çizilməyə, maliyyə xərcləri ayrılmağa başlananda ortada başlıca rol oynayan, bu işə əl qatan insanların dillərindən düşməyən başlıca məqsəd bu yöndə olur. Alternativ müalicə yerləri inşa etmək, mümkün olduqca xalqa daha çox xidmət göstərmək və s. Hərdən fikirləşirəm ki, maya dəyəri bu qədər yüksək olan bu proyektlərin gündə birinin tikilməsinə icazə verən qurumlar da o pafosla söylənmiş vədlərə ürəkdən inanmışdımı, yoxsa onlar da sonradan burada hansı havanın çalınacağını, özlərinin hansı havaya oynayacaqlarını əvvəlcədən bilirdilərmi? Əslində, nəticəyə baxılırsa, bu iki durumun arasında heç bir fərq olmadığından artıq bunu bilməyin bir mənası da qalmamışdır. Çünki artıq hər necəsə nəticə göz qabağındadır. Mən özüm bu sualın cavabını bilirəm. Ancaq daha kimsə bunu bilirmi? Bunu deyə bilmirəm. Çünki hər kəsin hakimi onun öz vicdanıdır. Artıq kiminsə üzünü yumaq üçün səbəblər uydurmağa ehtiyac da yoxdur. Artıq kənar gözlə də görünür ki, son illər çox dəbdə olmağı ilə, böyük gəlir gətirməyi ilə bilinən bu mega proyektlərin tikilməsində başlıca məqsəd xalqın böyük hissəsini sağlamlaşdırmaq deyilmiş. Bu biznesdən yaxşı gəlir götürmək imiş. Nəticə olaraq da ölkənin sağlıq problemi ilə yaşayan insanların deyilsə də, bu işlə məşğul olan biznesmenlərin istədiklərinə nail olduqları göz qabağındadır. İnanıram ki, bu qədərini anlamağa hər kəsin ağlı çatar. Əgər məqsəd sağlamlığı bərpa eləmək idisə, o zaman məntiqlə burada hər şey sağlıqla əlaqəli olmalı idi. Zərərli şeylərin burada adı belə çəkilməli deyildi. Halbuki, rast gəldiyimiz bəzi məqamlar istər-istəməz insanda sual doğururdu. Məsələn, burada sağlıq anlayışı ilə əlaqəli bildiyimiz nə vardısa, hamısı yerli yerində idi. Ancaq bir yandan da sağlamlığın ən böyük düşməni olan, sağlamlıq anlayışına %100 tərs düşən spirtli içkilərin də bu paketə daxil edilməsi, sağlıq proqramı ilə bir arada olması mənə görə heç bir məntiqə uymurdu. Söhbət sağlamlıqdan gedirdisə, insanlar da buraya sağalmaq üçün gəlirdilərsə, o zaman bu 5 mərtəbəli sağlıq məbədinin girişində 4 metrəlik hollun divarındakı bar restoranın burada nə işi var idi? Hol elə tərtib edilmişdi ki, qapıdan içəri girən insanların ilk gördükləri divar boyu şüşə rəflərə düzülmüş viskilər, vodkalar, şampanlar və daha başqa spirtli içkilər olurdu. Gələnlərin hamısı, içənlər də, içməyənlər də qapıdan girən kimi bu mənzərəni görmək zorunda qalırdılar. Barın arxasında dayanan gənc qızla gənc oğlan bura gələn xəstələrə belə çıxırdı ki, spirtli içkilər təklif edirdilər. İstifadəyə hazır 10-15 nəfərlik bar masaları da üstündəki rəngarəng nemətlərlə pasiyentlərə gəl-gəl deyirdi. Bu hansı məntiqə uyurdu? Mən bilmədim, ancaq o an ürəyimdə heç hənanın yerdimi deyə düşündüm.
Sonradan bu fikrimi dəyişməli oldum. Çünki hadisələr onu göstərirdi ki, sən demə, burada Hənanın yeri imiş. Belə ki, ikinci partiya müsafirlər gəldikdən sonra o barda iynə atsaydın yerə düşməzdi. Gənc qızlar, oğlanlar, elit ailələr hamısı boş vaxtını bu barda keçirdirdilər. Spirtli içki bakalları da əldən ələ gəzirdi. Mən bu ölkədə doğulub böyümüşdüm. Əvvəlcədən də bilirdim ki, bu ölkədə görünüşü ilə seçilən otellər, sanatoriyalar, uçsuz-bucaqsız bulvar sahəsi, parklar, bir-birindən bahalı restoranlar, ən məşhur markaların geyimlərini satan mağazalar, bunların hamısı göstəriş üçün idi. Yəni xaricdən gələn turistlər, qonaqlar, jurnalistlər üçün nəzərdə tutulurdu. Adi vətəndaşın bu yerlərdən istifadə eləməyə imkanı yox idi. Adi vətəndaşın imkanı ancaq vitrinlərə baxıb keçməyə çatırdı. Bir şey var ki, heç varlılar da bu dükanlara girmirdilər. Onlar alış-verişlərini xaricdə edirdilər. Pulu başından aşan insanlar buraları bəyənmir, vaxtaşırı həm dünyanı gəzir, həm də alış-verişlərini inkişaf eləmiş ölkələrin birindən alıb gəlirdilər. Bu yeni bir şey değildi. Bunu biz illər uzunu görmüş, şahidi olmuşduq. Biz də bir vaxt cəsarətini toplayaraq o bahalı dükanlara girən, ancaq sadəcə tamaşa edib çıxanlardan idik. Və ancaq elə görməyimiz bəs edirdi ki, bunların heç birinin bizim kimi imkansızlar üçün olmadığını anlayaq. Artıq zaman çox dəyişib. Zamanla bərabər sadə insanların vərdişləri də dəyişib. İndi artıq sadə vətəndaş heç baxmaq üçün də o dükanlara girmir. Önündən baxıb keçib gedir. Əslində biz bu otelləri, restoranları, gəzinti yerlərini hər vətəndaş üçün nəzərdə tutulan ümumi siyahıdan çıxarda da bilərik ki, məntiq bunu tələb edir. Çünki bu saydığımız yerlər hər kəsin mütləq ziyarət etməli olduğu yerlər də sayılmaz. İmkan yoxdursa, belə bir məcburiyyət də yoxdur. Belə yerləri ancaq imkanlı şəxslər ziyarət edə bilərlər ki, məlumdur, xalqın böyük hissəsi bu imkanlara sahib deyil. Lakin söhbət sağlamlıqdan gedərkən düşünmək olardı ki, sağlıq ocaqları daha çox xalqın böyük hissəsinin istifadə edə biləcəyi bir səviyyəni nəzərə almalı, o səviyyəni aşmamalı idi. Nəticədə sağlıq hər insan üçün önəmlidir, hər kəs də müalicə almaq haqqına sahib olmalıdır. Xəstəxanalarda texniki avadanlıqlar, dərman preparatları xaricdən həm də elə baha qiymətlərə alınır ki, oradakı müalicə xidmətlərinin bu dərəcə yüksək olmasını anlamaq da olar. Halbuki bizneslərini təbii sərvətlər üzərində quran insanların biraz insaflı davranmasını ummaq yerli xalqın təbii haqqıdır. Belə görünürdü ki, bizneslərini bu xalqın da sahib olduğu torpaqlardan çıxan neftin üzərində quran, bundan da çox böyük gəlir götürən fərasətli olanlar o təbii sərvətin xalqa məxsus olduğunu çoxdan unutmuşdular. Unutmuşdular ki, xidmətləri üçün tərtib elədikləri rüsumlarda ilk başda yerli xalqın imkanlarını nəzərə almalıdırlar. Halbuki bu qiymətlər əsasən xalqın varlı təbəqəsinə və ölkəyə qonaq gələn imkanlı şəxslərə görə tərtib edilmişdi. Hesablamalar göstərir ki, bu biznesmenlər qiymətləri aşağı təbəqəni nəzərə alaraq tərtib eləsəydilər belə, onlar bu biznesdən yenə də karlı çıxacaqlar. Gəl gör ki, bu ölkədə bizneslə məşğul olan cəsarətli insanlar hər yerdə öz nəfslərinə görə hərəkət edir, istədikləri qiymətləri qoya bilirlər və buna bir qarışan, bir nəzarət edən də yoxdur. Ələkbər Sabirin dediyi kimi, millət necə tarac olursa olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var? Maraqlıdır, görəsən bu ölkədə kiminsə buna bir deyəcəyi varmı? Görünən o ki, bu sanatoriyalarda da vəziyyət eyni olduğundan yerli vətəndaşı buralara həsrət qoyurdu. Burada bir kurs müalicə üçün nəzərdə tutulan rüsumlara baxanda daha çox bu xidmətlərə ehtiyacı olduğu halda Azərbaycanın sıravi vətəndaşının bəlkə də heç vaxt buraya gələ bilməyəcəyi fikri insanı qəmli düşüncələrə salır. Halbuki mən vətəndə yaşayan qohum qardaşa vətənə naftalan vannalarında müalicə almaq üçün gəlmişəm deyəndə onlardan həvəs edən çox oldu. Ancaq elə ki qiymətlər müəyyən edildi, sənədlər ortaya gəldi, hər kəs sakitcə fikrindən daşındı, kənara çəkildi. Mən də onların bu səssizliyinin mənasını anladım. Anladım ki, bu qiymətlər onların boylarını dəfələrcə aşırdı.
Bu sanatoriyalar yerli xalq üçün ancaq xəyalını qura biləcəkləri bir arzu olaraq qalacaqdısa, o zaman haqlı olaraq yenə də eyni bir nəticəyə varılırdı. Bu torpağın hər cür nemətindən faydalanmaq həmişə olduğu kimi yalnız yüksək eşelon fərdləri üçün, onların ailələri üçün, yalnız xaricdən gələn, bu yüksək qiymətlərə də yuxarıdan baxa bilən insanlar üçün nəzərdə tutulmuşdur. Kasımın burada işi yoxdur. Bu inanılmaz bir şey idi. Ona görə inanılmaz bir şey idi ki, aradan az qala 100 ilə yaxın zaman keçmişdi, ancaq bu ölkənin ictimai siyasi həyatında heç nə dəyişməmişdi. Bəs görəsən ədalətində necə? Heç olmasa ədalətində dəyişmişdimi? İçi mən daxil, başqa ölkələrdən gələn insanlar üçün buranın qiymətləri çox da yüksək sayılmazdı. Ona görə də yadelli insanlar buraya mütəvazı bir yanaşımla gəlir, özlərini çox sadə aparır, hər şeyi məmnunluqla qəbul edirlər. Rus dili əski sovetlərdən olan insanlarla aramızda bir bağ oluştura bildiyindən hər kəslə salamlaşır, müxtəlif mövzularda bir-iki kəlmə danışırdı. Heç dilini bilmədiyimiz Çinlilər də bizə səmimiyyət göstərir, üz-üzə gələndə bir nihao deyib keçirdilər. Bu da o demək olurdu ki, dünyanın müxtəlif coğrafiyalarından gəlmiş insanlar siyasətdən uzaq bir yerdə bir-birinə səmimiyyət göstərməyi özlərinə borc bilirdilər. Bu hərəkət ilk baxışda sadə bir detal kimi görünsə də, əslində dünyanın hər yerində bilinən, uca tutulan, çox mühüm bir etiket olaraq qalırdı. Dünyanı zəbt eləmək siyasəti bir gün dəbdən düşsəydi, insan insana dost ola bilərdi. Nə yazıq ki, o xain siyasətin hökm sürdüyü bu fani dünyada belə bir şey mümkün değildi. Halbuki bu fani dediyimiz bəşər dünyası nəfslərin yarışdığı, sınandığı, imtahan edildiyi, o imtahanların nəticələrinə görə də yolun sonunda iki qola ayrılacaqları bir hünər meydanıdır. Biz müalicə alanda hələ yayın orta ayı idi. Adam az idi, sakitlik, huzur, bolluq və hər kəsi məmnun edirdi. Otelin mətbəxi qonaqlara hər gün milli mətbəxdən seçilmiş ləzzətli ev yeməkləri təqdim edirdi. Hamı da bu yeməklərdən razı qalırdı. Bir gün söhbət zamanı sanatoriyanın işlər müdiri gənc adam mənə dedi: "Hazır olun, yaxında məktəblər tətilə çıxacaq, ondan sonra buraya özümüzkilər gələcək. Onda görəcəksiniz ki, azacıq imkan sahibi olan bu insanlar burada özlərini necə aparacaqlar, nə oyunlar çıxardacaqlar, nə yerişlər yeriyəcəklər. Sadəcə buranın qiymətlərinə gücləri çatan təbəqədən olduqları üçün onlar özlərini Allah bilir kim hesab edirlər. Gözləri ayaqlarının altını görmür, heç nəyi bəyənmirlər, hər yerdə nöqsan axtarırlar, zəhmətimizi yerə vururlar və bu meşşanlıq onların hər hərəkətində öz əksini tapır, belə ki, heç kimə Allahın salamını belə vermirlər. Onların bu hərəkətlərindən ən çox əziyyət çəkəndə bizim xidmət işçilərimiz olur. Abrı, həyalı, zəhmətli adamları haqq eləmədikləri halda yerli qonaqlardan, yəni öz millətimizdən hər cür təhqir, hər cür hörmətsizlik görürlər. İllər keçir, ancaq necə şeydirsə, bu heç dəyişmir. Mən bunları dinlədikcə, hələ 25 il əvvəl tək eləyib getdiyim vətənimdən bir şeylər xatırladım. Gözümün önündə tanış görüntülər canlandı. Belə görünürdü ki, bu sahədə də burada heç nə dəyişməmişdi. Otel sanatoriyada özbək, qazaq qadınlarla da kəlmə kəsdiyim olurdusa da, əsas həmsöhbətim bir rus qadın idi. O Moskvadan gəlmişdi. Qadın danışırdı ki, eynən mənim oğlum kimi, onun da həkim oğlu 62 yaşlı anasının bütün sızıntılarının, bütün oynaq ağrılarının çarəsini axtarırmış ki, bir gün o çarənin məhz Azərbaycanda, Naftalan şəhərində yerləşən sanatoriyalarda ola biləcəyinə əvvəlcə özü inanmış, oxuyub öyrəndiklərini anasına da söyləyərək, anasını da buna inandırmış, bir gündə onu Azərbaycana yola salmışdı. Hələ çox yeni olan yaddaşımın qaralamasından bir ipucu gəlir. Mən də o rus qadınla Naftalan barədə elədiyim söhbəti xatırlayıram. Söhbət lap bu yaxınlarda yola saldığımız bir ilin yayında baş tutmuşdu. Biz Sun City adlı sanatoriyada eyni zaman kəsimində müalicə alırdıq. Sanatoriya yeni idi. Bu il istifadəyə verilmişdi. Necə deyərlər, hələ heç boyasının iyi də getməmişdi. Bu da demək olurdu ki, bizim ikimizə də Naftalan şəhərində yerləşən çoxsaylı sanatoriyalardan ən yenisində müalicə kursu almaq nəsib olmuşdu. Qadın prosedurlardan çox məmnun idi. Əslində o hər şeydən razı idi, hər şeydən ağız dolusu danışırdı. Moskvadakı tanış bilişinə də tövsiyələr elədiyini, onları da bura çağırdığını söyləyirdi.
Etiraf edim ki, bir Azərbaycanlı olaraq o günə qədər mənim Naftalan barədə heç nə bilməməyim haqq olaraq mənim kimi çox oxunmuş bir insana yaraşmayan cəhət sayıla bilərdi. Çünki bir gün kimsə məndən soruşsaydı ki, axı harda yerləşib bu Naftalan vannaları, yaxud elə Naftalan şəhərinin özü, mən bu sualın cavabını verə bilməzdim. Çünki mən heç Naftalan şəhərinin Goranboy rayonunun ərazisində yerləşdiyini də bilmirdim. Bunun səbəbi də belə ola bilərdi ki, bəlkə də şəxsən mənim belə bir müalicə üsuluna ehtiyacım olmamışdı, yaxud da sadəcə qismət olmamışdı ki, mən bu gün artıq bu fərziyyələrdən ikincisinin daha doğru olduğuna inananlardanam. Mən bu uzun ömrümü bir təbii sərvətin sadəcə adını bilə keçirtmişdim. Naftaların bir xam mal kimi çox qiymətli bir neft növü olduğunu, min bir dərdin dərmanı hesab edildiyini, bu möcüzəvi neftin faydalarından istifadə eləmək üçün dünyanın hər yerindən insanların Azərbaycana axın elədiyini bilirdimsə də, bu barədə bildiklərimi heç bir yazılı mənbədən oxumamış, sadəcə dildə, ağızda gəzən məlumatlardan öyrənməklə kifayətlənmişdim. Demək ki, Naftalan nefti barədə dərin biliklərə sahib olmanın, onun insan həyatı və sağlığı üçün nə qədər dəyərli olduğunu əyani bilməyin zamanı məhz bu günlərə qalıbmış. Necə deyərlər, qismət bu günlərə imiş. Bir gün o qadınla aramızda mənə görə çox maraqlı bir söhbət oldu. Qadın internetdə Naftalan mazutunun 100 illərə dayanan tarixi olduğunu oxuyaraq heyrət eləmiş, məndən bəs niyə bu nemətin adının dünyanın 8 möcüzəsi arasında yer almadığını soruşdu. Mən ona cavab verərək dedim, sən artıq mənim bir inanan qadın olduğumu bilirsən. Ona görə də sənə verəcəyim cavab da mənim inancımın məhsulu olacaq. Mən deyim, sən də ya dediklərimi inanarsan, ya da cavabı başqa yerlərdə axtararsan. Sən indicə dünyanın 8 möcüzəsindən bəhs elədin. Halbuki, İslamı yaşayan insanlar üçün belə bir məhdudiyyət, möcüzələrin sayını göstərən belə bir rəqəm yoxdur. Çünki dünya başdan başa möcüzələrlə doludur. Bizə görə dünyanın özü də möcüzədir. Hamısını da Allah yaradıb. Biz hansı 8 möcüzədən danışa bilərik ki, sadəcə bir ağacın yarpağına diqqətlə baxsaq, onun üzərindəki çiziklərin necə simmetrik olduğunu görərik. O incə yarpağın bir gün solduğuna şahid olar, növbəti il eyni yerdə, eyni yarpağın başqa birini yenə görərik. Deyə bilərsən ki, bu çox sadə bir misal oldu. Ancaq əgər biz bu qədər sadə bir misalın cavabını verə bilmiriksə, bunun bir möcüzə olduğunu qəbul eləməliyik. Barama qurdunun ipək istehsal etməsi, sonradan kəpənəyə dönüşü möcüzə deyilmi? Bir quzunun doğulan kimi anasının döşünə yapışması, həyata tutulmaq üçün azgözlüklə süd əmməsi möcüzə deyilmi? Bir də sənə tanış gələn başqa bir şeydən danışım. Rus nağıllarında tez-tez dirilik suyundan bəhs edilir. Xatırlayarsan, bax həmin o suyu, dirilik suyu doğrudan da var. Özü də Məkkə şəhərindəki Zəmzəm suyudur. Naftalan nefti bəlkə 100 ildir axır, insanlara şəfa dağıdır. Zəmzəm isə 1000 illiklərdir ki, durmadan axır, insanlara göz yaşı kimi dumduru, şəfalı su dağıdır. Bəs niyə onun adı o siyahıda yoxdur? Yaxud da bir dirilik suyunun adının bir siyahıda olub olmamasının nə əhəmiyyəti var? Zəmzəmin belə bir reklama ehtiyacı varmı? Önəmli olan odur ki, Zəmzəm artıq 1000 illiklərdir ki, İslam dünyasına şəfa dağıdır. Bu yerdə qadın Zəmzəm barədə mənə çoxsuz suallar verməyə başladı. Görünürdü ki, bu məlumat onun diqqətini çəkmişdi. Qadın otağına çəkiləndə artıq mənim söylədiklərimdən təsirlənmişdi. Axşam restoranda yenidən bir araya gəldik. O da Zəmzəm barədə internetdən çox maraqlı şeylər oxuduğunu söylədi. Mənim söylədiklərimi də qəbul elədi. Onun, səncə mən də ora gedə bilərəmmi sualına, mən bir zamandan bəri mübarək torpaqların turizmə açılmasına, müqəddəs hesab elədiyimiz nə vardısa, artıq hamısının kafirlərin tapdağına məruz qalmasına içimdən yana-yana dedim. Artıq hər kəs gedə bilər. Oralar da turizmə açılmışdır. Odur ki, sən də gedə bilərsən. Qadın çox sevindi. Növbəti ili Məkkəyə, dirilik suyundan içməyə gedəcəyini söylədi. Rus qadın buraya məndən əvvəl gəlmişdi deyə, vaxtı bitdi, o da oteldən ayrılaraq evinə döndü. 2 gün sonra görünür məktəblər tətilə girmişdilər ki, bir səhər həmyerlilərimizin qabağı açıldı, qısa zaman içində otel Bakıdan gələn qonaqlarla doldu. Mən onları yalnız restoranda görürdüm ki, bu da o gənc işlər müdürünün dediklərinin əyani sübutu olmağa yetirdi. Yayın ən gözəl vaxtı idi. Rusiyadan, Orta Asiyadan, Çindən gələnlər getmiş,
onların yerini yerli kontingent doldurmuşdu. Müalicə kursunu bitirib gedənlərin çoxu iman sahibi, təsəttürlü qadınlar, saqqallı kişilər idilərsə, onların yerinə gələnlər rəhmətlik Bəşir Səfəroğlu'nun dediyi kimi hamısı lüt madərzat gəzən tiplərdən idilər. İnsanların böyük həvəslə soyunması, hələ bir də isti havanı bəhanə edərək bu mənada həddi aşması qəribədir ki, Sovetlər dağılandan sonra daha geniş vüsət almağa başlamışdı. Halbuki, bura bir müsəlman ölkəsi hesab edilirdi və bu mənada mənim ürəyimdə özümlə geri gətirdiyim bir niskilim də qaldı. Bu sanatoriyanı bu qədər gözəl, geniş, hər cür rahatlıqla təmin edilmiş, spirtli içkilərini təqdim eləmək üçün bu böyüklükdə barı hazırlamağı da unutmamış məkan sahibləri bu şəkildə ərsəyə gətirdikləri oteldə bir tək iman sahiblərini düşünməmiş, onların rahat namaz qılmaları üçün qazet kioski boyda bir yer ayırmağa da əlləri gəlməmişdi. Nəticədə biz namazlarımızı kimi koridorda, gələn-gedənin ayaqları altında, kimi də mənim kimi otağında, yataqların arasındakı darısqallıqda qılmalı olurduq. İçki dolu böyük bir barı təşkil etmək heç kəsin yadından çıxmamışdı. Ancaq məkan sahiblərinin arasında bir adam tapılmamışdı ki, bizim kimi imanlı müştəriləri də düşünsün, bizim ibadətlərimiz üçün də uyğun bir yer hazırlasın. Halbuki bura rəsmi raportlarında xalqının 93%-nin müsəlman olduğu deyilən bir ölkə Azərbaycan idi. Yeni gələnlər başdan başa bir tamaşa idi. Bunlar dinlə, imanla uzaqdan yaxından əlaqəsi olmayan bir kontingent idi. Onların nə halda gəldiklərini görən hər kəs rahatlıqla onların Braziliyadan həm də karnavala gəldiklərini söyləyə bilərdi. Onların gəlişi ilə otel bir karnaval havasına girdi. Xarici görünüşü təsvir eləməyə çalışsaq, nəinki gənclər, hətta orta yaşlı qadınlar da haşa budlarından başlayan şortikdə ya da 100 yerdən kəsilmiş, cırılmış, saçaq-saçaq olmuş cins şalvarda, idman meydançalarında belə geyilə bilməyəcək qədər qadının ən məhrəm yerlərini göstərən idman maykalarında, kişilər də dizdən yuxarı şortikdə, əl-əlvan tişörtlərdə. Rənglər göz çıxardır. Sarının, qırmızının, yaşılın elə tonları seçilib ki, bəlkə də bu geyimlərə ancaq günəş eynəyi ilə baxmaq uyğun olardı. Qadınlarla müqayisədə yenə kişilər daha abırlı görünürdülər ki, bu da bir ailənin namusunun uca tutulmasına yetməzdi. Çünki bir elə yanlarında gəzdirdikləri həyat yoldaşlarının bu licimlərinə tolerant göstərmələri onların papaqlarını yerin dibinə soxmağa kifayət edirdi. Ancaq belə görünürdü ki, onlar bundan xəbərsiz idilər. Doğrusu bu licimdə ortada gəzən qadınlarla kişilərin yanlarında bir neçə uşaq da olmasaydı, kənardan baxanlar imanlarını yandırar, bunların yüngül əxlaqlı məşuqlar olduğunu düşünə bilərdilər. Halbuki bu gördüyümüz qrupların hər biri bir ailə idi. Hər şey tam da Gənc İşlər Müdürünün söylədiyi kimidir. Biz bu qonaqlardan son günə kimi də əsla bir salam-kəlam eşitmədik. Yanımızdan burunlarını dik tutaraq keçmələri, baxanda da nifrət dolu baxışları ilə bizi süzmələri elə bir təəssürat yaradırdı ki, sanki bu otel bunların dədələrindən qalmış, bizim kimi sadə vətəndaşları buraya onlardan izin almadan buraxıblarmış. Bu səbəblə də onlar otelin işçilərini hər fürsətdə təhqir edir, borclu çıxardır, ağızlarının acısını bu zavalların üstünə tökürdülər. Prosedurlar adətən növbə ilə olurdu, ancaq bunlar qətiyyən növbədə gözləmək istəmir, hər vəçidlə növbəsiz içəri soxulmağa özlərinin ölçəgəlməz hədsizlikləri ilə diqqət çəkməyə çalışırdılar. Otel nömrəsini təmizləyən gənc qadınlar bunların əlindən dad edirlər. Deyirdilər ki, bayaqdan otaqların çoxuna heç girməyə də ehtiyac olmazdı, o qədər təmiz olurdu. Ancaq indi bunlar gəliblər, otağa bir girirsən, elə bir bomba düşüb. Hər şey dağınıq, hər yer zibil və pislik içində. Gələnlərin hamısı Azərbaycanlılar idilər. Yalnız bunlar bu xəstə cəmiyyətdə xüsusi bir iftixar səbəbi kimi qəbul edilən, onların özlərinin də öyünə-öyünə dedikləri ruska yazıçılardan idilər. Danışıq rusca gedirdisə də, onların bir-biri ilə, öz uşaqları ilə rəftarlarında sonsuz bir əda ilə müşahidə edilən səs tonu, kobud ifadələr, qırıcı sözlər işlədilən bir danışıq tərzi sərgilənirdi. Ümumi rəftarlarında başqalarına qarşı da bir aqressiya hiss olunurdu. Bəlkə də yanılıram, ancaq bəzən mənə elə gəlirdi ki, onların qəzəbi daha çox bizə, mənim kimi təsəttürlü hacı xanımlara yönəlik idi. Çünki ədalarında açıq-aşkar din düşmanlığı hiss olunurdu. Üstəlik mənim orada müsafir olduğum müddətdə buranın bütün xidmət sahələrinin mənsubları məhz mənə xüsusi hörmətlə yanaşırdılar.
Baş aşpazdan tutmuş ofisiant gənclərə qədər hər kəs mənə diqqət edir, heç nəyimi əskik eləmirdilər. Allah onlardan razı olsun. Bəlkə də bu diqqətə səbəb olan sadəcə mənim Avropadan gəlməyim idi, bilmirəm. Ancaq mən bu gün də düşünmək istəyirəm ki, bu qayğı, bu hörmət məhz mənim bir din insanı, bir Hacı xanım olmağımla əlaqəli olaydı. Mən özüm bu münasibətə belə qiymət verirəm. Səbəb də odur ki, məni bu qayğı ilə əhatə edən insanların hamısı sadəlikdən çıxma, aşağı təbəqəni təmsil edən insanlar idilər. Məlum bir şey də var ki, insanlığın təbəqələşməsində nə qədər aşağı enilirsə, fitrətin üzə çıxması üçün bir o qədər geniş meydan açılır. Belə olunca da insanlığın təməl daşı olan fitrət onların öz içlərindən boylanaraq Allah adlı qüdrəti, bir yaradanın qulları olduğunu bir daha onlara xatırladır. Biz həyatımızı yaşadıkca xatirələrdən uzaqlaşırıq. Ancaq xatirələr bizim yaxamızı buraxmır. Ara bir bizi ziyarət edirlər. İndi mən də ziyarətimə gələn xatirələrimin sayəsində yaxşı pis çox şeyləri xatırladım. Yaxşı pis çox şeyləri yada saldımsa da, yenə də bu söhbətdə son nöqtəni qoymazdan əvvəl bu söhbətin əsas mövzusu kimi bu yazının baş qəhrəmanı sayılan Naftalan sanatoriyasındakı mazut vannalarının haqqını vermədən söhbəti bitirmək istəmirəm. Mənə görə belə bir hərəkət bütün nemətləri hazır şəkildə önümüzə qoyan, mərhəməti sonsuz olan Allahın belə bir möcüzəsinə qarşı böyük bir haqsızlıq olar. Əvvəlcə onu deyim ki, Naftalan sanatoriyalarının hamısında sonradan icad edilmiş, ən son texniki vasitələrlə xidmətə verilmiş fərqli müalicə növləri də mövcuddur. Masajlar, elektrik cərəyanı ilə bədənə verilən işıqlar, şüalar, duz vannası, parafin kompleksi və s. Ancaq mənə qalsaydı, mən onların hamısından yerinə hər gün bir tək Naftalan vannasını almağı seçərdim. Çünki bu mazot təbiidir, əsl möcüzədir. Bir tək bu möcüzə yetər ki, illərlə bədənində toplanmış ağır metalları, duzları, yağları bədənindən təmizləsin, damarları yumşalsın, onlara yenidən elastiklik versin, sümüklərə güc-qüvvət versin, qanı durutsun. Bir tək mazotdur ki, tərkibində insan əlinin min bir əməli yoxdur. Mənim məlum bir həqiqət var ki, hər şeyin təbiisi daha faydalıdır, daha qiymətlidir. Naftalan mazotu da təbiidir, Allahdan gəldiyi kimidir. Mən bu nemətin möhtəşəmliyini ifadə eləmək üçün söz tapmaqda çətinlik çəkirəm. Ancaq yenə də hiss elədiklərimi içimdən gəldiyi kimi ifadə eləməyə çalışıram. Mən gördüklərimi bircə kəlmə sözlə də ifadə edə bilərəm. Əslində bu da yetərli ola bilər. Çünki bu bir möcüzədir. Gerçək bir möcüzə, Allahın möcüzəsi, Subhanallah. Ancaq bir də hiss elədiklərim var. Onlardan da söz etməsəm olmaz. Hər kəsə, mən bundan əminəm, hər kəsə xoş gələ biləcək bir nemət. Hər kəsə xoş gələ biləcək ilıq bir toxunuş. İnsan vücudunun hər yerdə rast gəlməyəcəyi yağlı bir dərinlik. Yeni doğulmuş uşağı ilıq suya necə salırlarsa, sən də özünü daha ilıq, daha qatı bir məhlulun içinə buraxırsan. Səni sığallayan şokolad rəngli, yağlı, ilıq bir məhlulun ruhuna xoş gələn istiliyinə, yumşaqlığına yavaş-yavaş təslim olursan. Sən vannada uzanırsan, o ilıq, yağlı, yumşaq məhlul da özəl qoxusu ilə, hiss elədiyin isti toxunuşu ilə yavaş-yavaş vannanı doldurmağa, səni də həmin o məxməri örtüyə bürüməyə başlayır. Onun ilıq olması bir ayrı ləzzət, yumşaq, yağlı olması bir ayrı ləzzət. Özünü tam da ərimiş şokoladın içində hiss edirsən. O qədər xoş bir prosedurdur ki, vaxt tamam olur, ancaq səni xəmir kimi yoğuraraq yumşaq bir bədən halına gətirmiş, vücudunu bütün ağrılardan azad elədiyi o yağlı, ilıq məhlulun içindən çıxmaq istəmirsən. Sənə ayrılan vaxt tamam olur. Sən də məcbur qalaraq vannadan çıxırsansa da, ancaq yenidən o məhlula qovuşmaq ümidi ilə ondan ayrılırsan. Və bu gözəl nemət Allahın möcüzələrindən sadəcə biridir. Subhanallah, sadəcə biri. Heç şübhəsiz ki, bu möcüzəvi mazotda milyonlarla insanlar üçün şəfa vardır. Mən də Allahdan niyaz edirəm ki, Naftalan mazotunu sadəcə imkanlı insanlara peşkəş edən o iş adamlarının könlünə tezliklə insaf salsın. Onlar da xidmət qiymətlərini ehtiyac içində yaşayan sadə vətəndaşları da hesaba alaraq təyin eləsinlər. Çünki hər Azərbaycan vətəndaşının o nemətdə haqqı var. Bir gün gəlsin ki, vətənimin torpağından çıxan o möcüzəvi neftin xeyrindən, şəfasından o məmləkətdə yaşayan hər kəs
faydalana bilsin. Hər kəs Allahın bu möcüzəsindən nəsibini ala bilsin. Dərdinə şəfaət tapa bilsin. Allah bütün müsəlmanlara o mazotun xoş təsirini, şəfalı effektini dadmağı, onun möcüzəvi nəticəsini üzərində heç olmasa bircə dəfə hiss eləməyi nəsib eləsin. Amin. Nəhayətində hər ölkənin təbii sərvəti orada yaşayan xalqa məxsus olmalıdır. Elə isə yaşadığım o gözəlliyin haqqını verərək, o möcüzəni yaradana, o neməti bizim vətənimizə əmanət edənə, bizə də bir gün o şəfalı məhlula qovuşmağı nəsib edən Rəbbimə həmdü sənalar olsun deyirəm. Elhamdülillah, Allahu aləm. Bir söhbət, Allaha sevgimiz. Mömin insanların digər yollarını azmışların yorulmadan fədakarlıqla Allahın doğru dini olan İslam'a dəvət etmək cəhdlərinin kökündə bu dünyanı hər halı ilə bu gündə çiynində daşımağa gücü yetən böyük bir sevgi durur. O sevginin gücü hər müminin Allahın rəhmətini qazanmaq yolunda ilk öncə Yaradanın özünü sevməsindədir. O sevginin gücü bir gün nəhayət cənnəti qazanmaq arzusu ilə həyatının hər anını Allahın qanunları ilə yaşamağa çalışan hər qulun özünü sevməsindədir. O sevginin gücü qohum əqrabasının bir gün o cəhənnəm atəşində yanacağından qorxan, bu dəhşətdən onları da duyuq salmağa, fürsət varkən onları da doğru yola gətirməyə çalışan bir Allah qulunun məhz o atəşdən qurtarmaq naminə öz qohum əqrabasını sevməsindədir. O sevginin gücü söylədiyi həqiqətlərin qarşılığında ondan üz döndərən, ondan qaçan, onun söylədiklərinə etimad göstərməyən insanlığın bu dönüklüyünə rağmen bir müminin onları bir tək Allah rizası üçün təmənnasız sevməsindədir. Allahu aləm.